Tamam müəllimə. Təşəkkür. Aynur Sağ olun. Bəli, axşamınız xeyir. ilk dəfə kimdə yarandı? Əzələ lifi bağırsaq boşluqlardır. Bəli, əzələlərimiz hansı rüşeyin dövründən yaranar? Əzələlər mezodermadan. Əla. Əzələ toxuma qrupunun hansı növləri var? Əzələ toxuma qrupunun var enlozolaqlı ürək əzələsi, bir də skelet əzələsi, sayə əzələ. Bunlar neçə növ sinir sistemi ilə idarə olunur? Avtonom, bir də avtonom sinir sistemi ilə Ilə də idarə olunan var. Simpatik sinir sistemi. simpatik sinir. O avtonomun şöbələri olacaq, simpatik. Ürək əzələmiz enlozolaqlı olsa da, o işi onun qeyri-iradidir. Ürək idarə olunacaq avtonom sinir sistemi ilə. Ürək avtonom sinir idarə olunacaq. Skelet əzələləri müəllimə, o sayə əzələlərindən də. Skelet əzələləri nə əzələlərdir? Skelet əzələləri enlozolaqlı skelet əzələlərdir, enlozolaqlı. O zaman somatik sinir sistemi ilə idarə Somatik sinir sistemi. Bəli. Daxili orqanlarımızın divarı sayə əzələlərdən. O sayə əzələlərdən təşkil olunubdur. Məsəl üçün orqanlarımızın enlozolaqlı olan hissələrini biz bəzilərini iradə edə bilirik. Məsələn, diafraqmanın yarı hissəsini edə bilərik, ağız boşluğumuzu, dilimizi, bunları özümüz idarə edə bilərik. Amma ki, məsəl üçün mədəmizi, ürəyimizi özümüz idarə edə bilmərik. Bağırsaq. Diafraqmanı biz niyə iradə olaraq idarə edək ki? Diafraqma dedim, yox müəllimə, diafraqman demir. Diafraqma da özümüz nəfəs ala bilirik də, onda qalxıza bilirik də. Uzunsov beyin bir də deric qismi yarımkürələrdə mərkəz olaraq. Amma diafraqmamızı nəfəs almasaq, durduq yerdə yığa və yaxud da boşalda bilərikmi? Yox. Onu nəfəs almadan idarə edə bilirsənsə, bu olacaq avtonom, somatikdə. Sayə avtonom sinir sistemi ilə idarə olunur. Bəli. Bilirsiniz nədir? Qida borusunun 1/3 yuxarı hissəsi. 1/3 hissəsi, yuxarı hissəsi. Orada qidanı udarkən biz... Mən qida borusu əvəzinə diafraqma demişəm. Mən təxmin elədim. Çaşdım, Avtonom sinir sistemi neçə növ əzələnişə nəzarət edir? Avtonom bax, enlozolaqlı skelet əzələsinə eləyir. Yəni o... Avtonom enlozolaqlı ürək əzələsi, bir də sayə əzələnişə nəzarət edir. Sayə əzələni. Yəni avtonom sinir sistemi 2 növ əzələyə nəzarət edir. Somatik sinir sistemi ancaq enlozolaqlı skelet əzələsi. Enlozolaqlı əzələləri. Əzələnin müəllimə, bax onu da bilirəm, iş qabiliyyətini ölçən, onu da maraqlanıb tapmışam. Ergoqraf cihazdır, bir də Seçenov olubdur da onu. İndi bu dəri əzələ kisəsi ilə əzələ dəstəsinin fərqi nə olar? Dəri əzələ kisəsi də, müəllim, o yastı qurtlarda olan, bir də sap qurtlarda olanlar deyirsiniz. Dəri əzələ kisəsidir, artıq bu mayaqlardan etibarən olur. Onlara qədər müəllimə, onu da öyrənmişəm. Bax, ona qədər olan sayə əzələdir. Amma xərçənglərdə enlozolaqlı əzələ inkişaf etmişdir. Deməli, dəri əzələ kisəsi dəri ilə birləşdiyinə görə hərəkət etdirdiyi zaman bütün bədəni hərəkət elətdirir. Əzələləri isə ayrı-ayrı əzələ dəstəsi şəklində olduğuna görə ətrafında ayrı-ayrılıqda sərbəst hərəkət etdirə bilir. Ətrafında əzələləri neçə yerə bölünür? O bükücü açıcını deyirsiniz müəllimə? Müəllimə, bax o bükücü olan hissələrimiz bir bazunun bükücü əzələsi 2 başlı olur. Bir də müəllimə, budun arxa hissəsində baldırımızı ki bükürük, bax o da 2 başlıdır. Sonra müəllimə, bu bazumuzun arxa tərəfi 3 başlı əzələ olur. Budumuzun ön tərəfi isə olur açıcı, 4 başlı. Bəli. Deməli, 2 başlı əzələ istər yuxarı, istər aşağı ətrafda olacaq. 2 başlıdırlar. Bükücü, 3 başlı əzələ yuxarıda açıcıdır. Bazunun arxa tərəfi. Aşağıda da budun ön tərəfi də 4 başlı açıcıdır. Bu 2 başlı, 3 başlı, 4 başlı əzələlər orqan sayılırmı?
Bəli, saylar da müəllimə orqan. sayılır. Aha. Məsələn, 600-dən artıq elə bir əzələ var idi də bizim bədənimizdə. Mhm. bu anadan olanda belə olur, bəli. Aha. Ondan artıq əzələmiz olurdu. İndi üçbaşlı və yaxud da dördbaşlı əzələnin içərisində sayı əzəliyə rast gəlmək olarmı? Sayı əzəliyə müəllimə, hə, olar. Bilirsən niyə müəllimə? Bax o o budun arxa tərəfi var ha. Bax biz onu hərəkət elətdirə bilmirik və yaxud da hə, yoxsa İçərisində bütün enli zolaqlı əzələlərin içərisində sayı əzələ olur. sayı olar. Ona görə ki, orada arteriya, vena damarları var. O damarların divarı sayı əzələdir. Bütün zolaqlı əzələ olan hissələrimizdə həm də qan damarları olduğuna görə sayı əzəliyə rast gəlmək olar. Onurğanın əyrilişləri. Hə, müəllimə, onurğanın əyrilikləri bir var. O 4 cür əyrilik var. Ondan başqa da boyun, bel, lordozu əmələ gətirir önə tərəfə 12 sümükdür. Boyun 7, beldə 5. Döşlə oma isə 17 fəqərədən təşkil olunubdur. O da kiprozu əmələ gətirir, o da arxaya. Deməli, bığlar önədir, boyunla bel önə. Bel, aha. Döşlə oma isə arxayadır. Döşlə oma arxaya kifoz. Lardoz və kifozun normal vəziyyəti var, yoxsa elə hamısı patoloji deyil? Yox, müəllimə, o normal vəziyyətdə var, patoloji da var da onlarda. Biz hal-hazırda normal kifoz və yaxud da normal lardoz. Hə, oturmuşuqsa belə normal vəziyyətdə bu əzələlərimiz hesabladır. Bir də var müəllimə, çiynimiz məsəl üçün aşağı hissəyə əyilir bəzi təsirlərdən. Bu da sarkal nəsə yadını sala bilmədim. Yanlara doğru. Sikraloz idi, nə isə belə bir skalyoz. Skalyoz, hə, skalyoz. Yəni bu skalyozun normal vəziyyəti yoxdur, bunun hamısı patoloji vəziyyət olur. Hə, patoloji da, onu demək istəyirəm ki, yəni söyləyirəm. Qeyri-üzvü maddəni necə çıxardarıq? Hə, müəllim, onu şeyə qoyurdular, o bir yandırmaqla bir də nəsə bir xlor turşu var idi, ona qoyurdular. Onun tərkibində qeyri-üzvü maddə yanmaz. Yanan üzvü maddədir. Üzvü maddəni yandırmaqla çıxardırdılar. Qeyri-üzvün obrisində müəllimə turşu suya qoyurdular. Xlorid turşusuna qoyurdular. Aha, o gedirdi. Turşudur da, o da duzdur. Duzlar ondan gedirdi. Buna görə də düyünləmək olurdu. Sümük hansı dövrdə yarandı? Sümük toxuması Ordovikdə yaranıbdı. Sütun harda yarandı? Onurğa sütunu da müəllimə nədir? Balıqlarda da, devonda. Niyə ki? Balıqlara qədər heç kimin onurğası yox idi, bacı. Yox müəllimə, Neştərçədə xorda yaranıb. Neştərçədə xorda yaranıbdı müəllim. Deyəcəm. Pəncə üzgəcli balıqlarda da xorda çaşdımca. Ay bacı, çənəsiz hallar var idi. Sümük toxuması yarananda Ordovikdə hə, çənəsiz onurğa yaranmış oldu. Qurbağanın onurğa sütunu neçə şöbə, neçə fəqərədir? Hə, müəllim, onlar qurbağada deyək də fəqət neçə fəqərə? 9 fəqərədir, 10 sümükdən təşkil olunubdu. Bəs neçə? Bir boyun qurbağalardadır müəllimə. Sonra gəlir 7 boyun məməlilərdədir, 8 boyun sürünənlərdədir, 12 boyun fəqərəsi də quşlardadır. Göyərçində də hamısını bir. Göyərçində, hə, göyərçində o artıq da ola bilər. 8-dir, çöl göyərçində 12-dir, əks məməlilərdə 7-dir, qurbağada 1. İndi sualıma cavab vermədin. Qurbağanın onurğa sütunu neçə şöbədir? Hə, müəllimə deyim də, bir boyun, gövdə, bir də ətraflar. Qız, onurğa deyirəm, ha bax. Boyun. Hə, deydim. Gövdə müəllimə, bir də deyəm, oma da var onlarda. Bir də quyruq. Quyruq, aha. Bir dənə şöbədir. Şöbədir. Oma, quyruq. Quyruq isə. Bunun fəqərədəndir, biri sümükdəndir. Sadəcə məsələn quyruq fəqərə şəklində deyil. Quyruq hə, sümükdəndir. Burada qurbağanın onurğa sütunun fəqərələrinin sayı, yəni neçə dənə demək istəyirəm? Qoy deyim də mən o yadımdan çıxdı. Bir boyunu bilirəm oralarda. Gövdə də
İndi dedin ha özdə. Gövdə 7, olmada 1. Hə, gövdə 7, olma 1. 9 dənə. Heyvanın onurğa sütundakı fəqərələrin sayı onun qurşaq sümüklərinin sayına bərabərdirmi? Yox, yox. Qurşaq sümükləri müəllimə. Hə? Çiyin qurşağı demədim ha, eləcə qurşaq dedim. Hə, eləcə qurşaq dediniz. Onda Hesabla gör. 7 müəllimə çiyin qurşağındadır. Hə. 2 də 2 də çanaq olanda 9. Ay, bərabər də müəllimə, bərabər imiş. imiş. Onurğa sütun Hə, fəqərlərinin sayı hə, onurğa hə. qurşaq sümüklərinin sayına bərabər. Sayına bərabər imiş. Aha. Bəli. Qurbağada niyə döş qəfəsi yox idi müəllimə? Döş sümüyü müəllimə yox idi ona görə. Döş sümüyü Demək müəllimə, qabırğaları yox idi. Ay Allah, mən necə açdım? qabırğaları yaxşı inkişaf eləməyib. Ona Hə, görə tısbağalarda da qurbağalardakı kimidir müəllimə. Tısbağalarda da qurbağalardakı kimidir. Tısbağalarda da yenə döş sümüyü çiyin qurşağındadır. Hə. İlanlarda niyə yox idi dediniz? İlanlarda da qabırğalar var idi müəllimə, amma döş sümüyü yox idi. O sürünməklə əlaqədar olaraq sütləndə də o sürünənlər üçün. Buna görə də qabırğaların ucu açıqdır deyə. Hə. Laf sıltamaya gətirir. Tamam müəllimə. Sağ ol. Axşamınız xeyir müəllim. Hər vaxtınız xeyir müəlliməm. Başlayaq balıqdan, üzü quşa qədər hamının çiyin qurşağını gətirək. Hə. Balıqlarda çiyin qurşağı deməli balıqlarda 2 iki kürək, iki qarğa, sonra qurbağalarda, suda qurda yaşayanlarda iki kürək, iki körpücük, sürünənlərdə Qız dayan qurtarmadı. 2 kürək, 2 körpü, 2 qarğa, 1 iki qarğa, hə, döş sümüyü. bir də döş sümüyü. Neçə növ, neçə dənə sümük elədi qurbağada? Qurbağada deməli 2 kürək, 2 körpücük, 2 qarğa, bir döş sümüyü. 4 növ. 2, 6, 7 dənə. Ay sağ ol. 4 növ 7 ədəd sümük elədi. 7 ədəd sümük. Sürünənlərdə 2 kürək, 2 döş sümüyü. Niyə 2? Yox, 2 dənə deyil. Bir döş sümüyü, qabırğa yoxdur sürünənlərdə. Aha. O niyə elə oldu? Sürünənlərin süründüyünə görə də olar. Yox, ancaq qurbağalarda yox idi. İlanla tısbağada döş qəfəsi yoxdur. O birislərin hamısında var. Hə, 2 kürək, 2 körpücük, 2 qarğa. Vəssalam. Hə. Sürünənlərin 6. uşağı budur. 6 dənə, 3 növ. 6 dənə. Bəli. Sonra gəlirlər Sonra quş olsun, hə. quşlarda. Quşlarda 2 kürək, 2 körpücük, 2 qarğa, Vəssalam. Yenə döş sümüyü. yox, döş sümüyü bura aid deyil. Bunlar yenə sürünənlərlə eynidir. İlk məməlilərdə necə idi vəziyyət? İlk məməlilərdə də 2 kürək, quşlardakı kimi də 2 qarğa, 2 kürək, 2 qarğa, 2 döş sümüyü, belə körpücük. Aha. Deməli, sürünən quş ilk məməli. İlk məməli. Bunlar da eynidir, eyni saydadır. Yəni, həm 6 ədəddir, həm də 3 növ olaraq eynidir. Bəli. Məməlilərdə çiyin qurşağı gövdə skeletinə birləşmir. Hansı məməlilərdə? Bunlar yəqin yarasalar olur uçmaqla əlaqəli. Yox, o halda birləşmir ki, onun körpücük sümüyü yoxdur. Çünki gəlib döş sümüyünə, yəni gövdə skeletinə birləşən sümük körpücükdür. Körpücük sümüyü yoxdur hansı məməlilərdə? Körpücük. Nerede? Bəli.
Hə, 4 ayaqlı. Tək dırnaqlı, cüt dırnaqlı, yırtıcı, xortumlu. Hə, onlarda körpücük yoxdur. Onda məsələn bir dənə ev itinin qurşaq sümükləri hansı sümüklər olar? Ev itinin 2 kürək, Hı? 2 qarğa, Aha. bir dənə Qız qarğa nə idi? bir- Kürək. 2 kürək, 2 kürəkdir. çiyin qurşağı, qabırğalar, döş sümüyü. Bunlar Düzdür dedim. yox. Çiyin qurşağına aiddir sadəcə 2 dənə kürək sümüyü. Hə, 2 dənə kürək sümüyü, onlarda qabırğalar da var, döş sümüyü də var. Var. Aşağı Hə, ətraf qurşağına da aiddir 2 dənə də çanaq. 2 dənə çan. Ev itinin Aha. qurşaq sümükləri oldu. 2 kürək, 2 çanaq. Qurşaq deyirəm. Ta aşağı ətraf, yuxarı ətraf deyə bölmürəm axı. Qurşaq Hə. deyəndə bunun hamısı getmiş oldu. Bizdə, insanda çiyin qurşağımız hansı sümüklərdən ibarətdir? İnsanda 2 kürək, 2 körpücük, Vəssalam. vəssalam. 2 körpücük. Məsələn, indi mən burada markerimin rəngini dəyişim. Biz də qalın eləyək bunu. Bax, bu bizim körpücük sümüyümüzdür. Bəli. Sümüyü hansı sümüklərlə birləşir? Körpücük sümüyü kürək sümüyü ilə birləşir. Bir də kürək sümüyü ilə, bir də döş sümüyü ilə. Bəli, deyə bilərəmmi ki, körpücük sümüyümüz insanda yalnız yastı sümüklərlə birləşir? Hə, deyə bilərik. Çünki döş sümüyü də yastıdır, kürək sümüyü də. Körpücük sümüyünün bilavasitə birləşdiyi sümüklərdə hansı sümük iliyinə rast gələrik? Qırmızı sümüyü olar da yəqin ki. Bəli, çünki Yastı sümüklərdə qırmızı sümüyü. hansı sümüklərimizdə sarı sümük iliyi olar? Borlu sümüklərdə. Bazı, sayit, baldır, bud. Bəli, indi borlu sümüklərimizin ümumi sayı nə qədər olar? Borlu sümüklərimiz deməli 6 dənə yuxarıda, 6 dənə də aşağıda. Cəmi 12 dənə. 12 dənə. Borlu sümüklər ilk dəfə hansı canlıda, hansı dövrdə yarandı? Borlu sümüklər ilk dəfə qurbağalarda, suda qurda yaşayanlarda yarandı, Devonda. Bəli, Lamarkda neçənci pillədə yerləşir bu canlılar? Lamarkda 4-dür. Siz yerləşdiniz. Yoxdur. Rəhmətliyin xəbəri yox idi. Hə, qurbağalar yoxdur. Yoxdur onlar Lamarkda. Qurbağalarda sarı sümük iliyi, yəni suda qurda yaşayanlarda embrionalda yaranar, yoxsa post-embrionalda? Müəllimə deyir ki, Post embrionalda. Çünki qurbağalar ilk dəfə balıqlar çömçə quyruq olur. yəni Sonradan onlarda inkişaf eləyir və borlu sümük. vəziyyətindən bir dənə qurbağanın inkişafını yadımıza salın. Aha. Çömçə quyruğu pozun deyək. Qurbağalar ilk dəfə deməli qurbağalar yumurta qoyur, öz kürkünü tökür, mayalanır, mayalanmadan çömçə quyruqlar çıxır. Çömçə quyruqlar bir müddət suda yaşayandan sonra onlar Qız dayan, onlarda hansı qəlsəmə olurdu birinci? onlarda daxili Əvvəlcə xarici, sonra əvvəlcə xarici, sonra daxili. aha, sonra Sonra bunlar bir müddət suda yaşayandan sonra ətrafları, arxa ətraflar əmələ gəlir. Ağciyərlər inkişaf eləyir. arxa ətraflar, sonra ön ətraflar, Sonra ön ətraflar, sonra da ağciyər inkişaf eləyir. Onda qurbağada bud sümüyü bazu sümüyündən qədimdir, yoxsa cavandır? Bir də deyim müəllim, sualı zəh gəldi işləmə. Qurbağalarda bud sümüyü bazu sümüyündən qədimdir, yoxsa cavandır?
bud sümüyü qədimdir. Çünki birinci Birinci çünki ilk dəfə bud sümüyü əmələ gəldi. qurbağada sarı sümük iliyinə malik olan sümüklərin cəmi nə qədərdir? Deməli 1, 2, 4, 8 dənə. 8 dənə. Onun sait hissəsində Bəli, orada bizdə bazu sayı sümüyü 2 hissədən ibarətdir. Ancaq qurbağalarda bir dənədir. saitdə də, baldırda da bir ədəd sümük var. Bəli. Sizin bəxtinizə bu gün yaman çox təkamül düşdü, üzürlü sayasız. Zərər yoxdur. Canın sağ olsun müəllim, bizim xeyrimizədir. Təşəkkür müəllimə. Qəşəng. Çox sağ ol. Çox sağ ol. Asta müəllimə. Bəli. Nə görəcəm Asta müəllimə hardan incidə bilərəm də mən. Məməlilərdə minimum, maksimum çiyin qurşağı sümükləri hansılarda oldu? Məməlilərin minimum oldu 4 ayaqlardan maksimum oldu. O birlərdə, yəni primatlarda, Aha. yarısalarda, Qız- primatlarda. Niyə primat olduğu üçün də ilk məməlilər olmadı? Hə, ilk məməlilər idi oranın, ilk məməlilər. Dünyada daha çox idi də. Əgər məməlinin sümüklərinin hamısı, məməlinin qurşaq sümüklərinin hamısı yastı sümüklərdirsə, deməli Ha, onda o suda olan məməlidə balina da olar. niyə Balina sümükləri. Çünki orada yastı. Onlarda uzun borlu sümüklər yoxdur, axı yastılaşmış sümüklərdir. Bir də ya da sümükləri uzun borlu olarmı sizcə? Qurşaq sümüklərinin hamısı yastıdır bax, qurşaq. onda olardı, yarasal olardı, olar. Yarasada körpücük də var. Körpücük quruluş cansı sümüklərə aiddir. Ha, qurşaq sümüklərinə aiddir da. Quruluş da qarışıq sümükdür. 4 ayaqlı olsun da bacı, 4 ayaqlı. 2 kürək sümüyü var, yastıdır. Ha, 2 dənə də çanaq sümüyü var, bu yastıdır. da yastıdır. Qurşaq sümüklərinin hamısı yastıdırsa, deməli bu 4 ayaqlıdır. Yəni 4 ayaqlar dediyimiz hansılar olsun? Onda tək dırnaqlar, cüt dırnaqlar, itlər, Yırtıcılar, bir də yırtıcılar. xortumlar. Həm də bu 4 dəstəni deyə birləşdirdiyimiz əlamət nə olsun? Bunların filogenetik sıraları öyrənilmiş olsun. Hamı filogenetik sıraları öyrənməyib, dırnaqlılar, xortumlar, yırtıcılar. Bir də molluskalar var idi, da indi xordalara aid deyil. Çanaq sümüyü quruluşca hansı sümük növünə aiddir? Sümük qurucu yassı sümüklərə aiddir. Çanaq sümüyü neçə sümüklə və yaxud da hansı sümüklərlə birləşmə əmələ gətirir? Deməli, çanaq sümüyü özü ilə birləşir. Aha. Hər iki tərəfin özü ilə birləşir, bir də budla birləşir. Yəni qarşı tərəfin çanaq sümüyü ilə bu çanağı nəzərdə tutmuşam. Çanağı ilə Birləşir, sonra burada birləşir. bud sümüyü ilə birləşir, bir də özlərlə birləşir, bir də bud sümüyü ilə birləşir. Bir də buradan fəqəriyə birləşir də. Bəli, bu qanun. Fəqəriyə Tək- birləşir, digər çanaq Bəli. sümüyünə və bir də bud sümüyünə. İnsanda bilavasitə uzun borlu sümüklərə birləşən sümüklərin sayı nə qədərdir? Hə, uzun borlu sümüklər, birləşən sümüklərin sayı bilavasitə 5 dənə deyildi, yox, 3 dənə. Yəni hesablayaq da. Uzun borlu sümüklərə birbaşa birləşən sümüklər Başa. Yuxarıdan körpücük sümükləri birləşir, uzun borlu sümüklərlə. körpücük yox, körpücük yox. Kürək. Kürək sümükləri. Aha, Kürək, bir dənə çanaq, 4 dənə. aha. Hə. Uzun borlu sümüklərə birləşən qurşaq sümükləri desək, bəli, olacaq 4 ədəd. Amma məsələn, bir dənə bazu sümüyünü götürsəz, bazu sümüyümüz, yəni bu hissə, hansı sümüklərlə birləşir və neçə sümüklə birləşir deyək? Bazu sümüyü bizlə birləşir. Yuxarıdan kürək sümüyü ilə birləşir, bir də öndən üst sümüyü ilə gəlib birləşir. Öndən nəyə birləşir? Öndən də körpücüyə birləşir, körpücüyə bir yuxarı çevirməyimiz qoyulur. Körpücüyə birləşmir, canı alırım. Bazu sümüyü Kürək birləşir buradan kürəyə, aşağıdan gəlir bunun qol hissəsi. Qol hissəsi sayda. və dirsək hər ikisinə birləşir. Sayda birləşir, sayda birləşir. Saydın hər iki sümüyünə birləşir. Düzdür, mən düz burulmuş gedir. Buna bir-birlərini təxminən belə bir burulmuş olur. Bu qədər yox da, yəni biraz burulur. Deməli, bir dənə bazu sümüyü 3 sümüyə birləşir. 3. Bunun biri kürəkdir, yastı sümükdür.
İkisi mil dirsəkdir, uzun borlu sümükdür. Amma bir dənə but sümüyünü götürsən indi. But sümüyü hansı sümüklərlə birləşir? Bir dənə buz sümüyü, bir dənə çanağa birləşir, bir dənə də qamış inciyə birləşir. Üç İncik dənə. yox, sadəcə qamışa birləşir. Bax, incik buradaca durub. Baba, bu incikdir. Hı. But sümüyü birbaşa iki sümüyə birləşir. Yuxarıdan çanaq, aşağıdan qamış sümüyünə. İncik Qamış. sümüyünə birləşməz. İncik sümüyü hansı onurğalılarda rudiment halındaydı? Onurğalarda, qurbağalarda idi. Aha, Onurğanın. heç qurbağanın Qur- inciyi var, sən Allah. Qurbağa yox idi. Deyəsən, inci sümüyü sürünənlərdə idi. İnci sümüyü yox idi onlarda. Aha, Quşlarda. quşlar. Onlarda. Sürünənlər bizdən eynidir. Onlarda da 12 dənədir. O zaman quşlarda sarı sümük iliyi olan sümüklərin sayı neçə dənədir? Onda sarı sümüyü bir dənə onlarda bud olacaq, bir ki bazı olacaq onlarda. Quşlarda sarı sümük iliyi yoxdur. Demək, uçmaqla əlaqədar boyun sümüklərinin içərisi boşdur. Boyun sümükləri... Bu sümüyü qədər onlardamış. Aha, indi mən desəydim ki, amma quşların borlu sümüklərinin sayı nə qədərdir? Onda necə hesablayarıq? Onda borlu sümüklərini sayırdı, budları sayırdı, bir də ki, öyle ətraflaşıb bazını sayırdı. Bazu hər iki ətrafda bir dənə olmaqla 2. Dənə Sarı aşağı. hər iki ətrafda 2 4. But sümüyü hər iki ətrafda 2. Baldır sümüyü Hər şey tərtib edilmiş olmaqla 2. yox. Sümüyü düz deyirsiniz. İnci deməkdir. Buna görə də 2. qamış sümükləri vardır. Bunlarda 2 dənə. Toplam bunlarda cəmi 10 dənə borlu sümük var quşlarda. Amma bunun içində sarı sümük iliyi yoxdur. Çünki uçmağa görə reduksiya uğrayıb, reduksiya itirib. Sonra sürünənlərdə desək, məsələn, sarı sümük iliyinə malik olan sümüklərin sayı neçədən olar? Dünədə məməllərdə sarı sümüyü Sürünənlər borlu sümüklər 8 dənə idi. Böyle ətrafda 4 idi, 8 dənə idi. Bilirəm. yox. Onlarda da bizdən eynidir. Sürünənlərdə yuxarı ətraflarda 6. Sürünələrdə 6 dənə mi? Quşlar nədir? Qurbağalarda isə 8 dənə idi də. Qurbağalarda ümumiyyətlə 8-dir, sürünənlərdə 6 yuxarıda, 6 aşağı olanda 6. sarı sümük iliyi olan sümüyü var. Hansı canlılarda ilk dəfə sarı sümük iliyi embrional dövrdə yarandı? Embriyonal dövrdə olan da qurbağalarda idi də. Qurbağalarda embrionalda yarandı. Anadan olanda yumurtadan çıxan Kərdə onlarda var idi. Amma qurbağada isə qəlsəmə idi. Yəni. Qəlsəmə sümük iliyi ilə nə əlaqəsi abacı? Yəni deyirəm orada qəlsəmə də orada sümük yaranmamışdı. Sonradan yaranmışdı. Onu da görürsünüz. Amma mərhələsində yox idi, onlarda yarandı. Amma sürünənlər sürünənlərdə yarandı, embrionalda, yumurtanın içində yarandı. Artıq yumurtadan çıxanda ətrafların hamısı var idi. Hansı suda burada yaşayanların ontogenezində sarı sümük iliyi olmur? o da o proteinlərdə yoxdur da, onların ayaqsız. Proteinlərdə onlar yox. Protey ayaqsızdırmı? Proteylərin ön arxa ətrafları hətta deyir. Protein yox, o ayaqsız seylonlar var ya, o Ayaqsızlar dəstəsindən seylon ayaqsızı, həlqəvi ayaqsızlar. həlqəvi onlar demək istəyirəm. Sarı sümük iliyi hansı sürünənlərdə olmaz? Sürünənlərdə olmaz, o necədə yoxdur da. İlanlarda yoxdur. Yılanlarda, bir də Elə tisbaqlarda deyil. Ayaqsız ki. kərtənkələ kimdir? Ayaqsız kərtənkələ. Çoramalda. İlanlarda, çoramallarda ətraflar olmadığına görə sarı sümük iliyi də onlarda olmaz. Əzələ lifləri ilk kimdə yarandı? Əzələ lifləri ilk dəfə yarandı. Sürünənlərdə əzələlər. Canı alırım. Yox, yəni. Əzələlər harada yaranmışdı deyəm, bir də əzələlər. Lif şəklində yaranır və biz buna deyirdik ki, dəri əzələ Qurtlarda yaranmışdı, əzələlər qurtlarda yaranmışdı. Aha, əzələ kisəsi qurtlarda yaranıb. Əzələ lifi, miofibril, ən sonuncu, ən cavab hərəkət orqanoidi.
Yəni necə yadımdan çıxdı bu. Mənim fikirlər. Hidra olmasın o təsadüfən. Hə, bəli. Onlarda yaranmışdı da. İlk dəfə ətraf nəymiş? Əzəllərin dərə-əzələ hüceyrəsi yarandı. Buna görə də deyilmiş ki, onlarda mezoderma hüceyrəsi var, mezoqley qatı var. Şəklində deyil, amma hüceyrələri var ki, əzələ lifi yaranmış oldu. Əzələlər, ətrafların əzələləri neçə yerə bölünür? Ətraflarınıza iki yerə açıcı əzələ, bükücü əzələlər. İndi açıcı bükücünün deyək hansılar oldu? Deməli, öndən açıcı və bükücü əzələlər, arxadan da açıcı və bükücü əzələlər. Həmin əzələ özdən açıcı əzələ 2 başlı və 3 başlı əzələ. 3 başlı açıcı və bükücü əzələlər. Bazunun arxa hissəsi budun ön əzələ idi. Bazunun arxa hissəsi 2 başlı, budun ön hissəsi 4 başlıdır. Bazunun ön tərəfi 2 başlı, arxa tərəfi 3 başlı, bazuda. Başlı sonra ətraflara ayrılır. Deməli 2 başlı və 3 başlı əzələlər. Açılanlar 2 başlı, bükülənlər isə 3 başlı əzələlərdir. Tərsinə. Bir dənə tərəfə gələk. Bazunun tərəfində. Qızdayım, mən deyim elə cavab ver. Çünki belə qaçışdırıq. Bazunun ön tərəfində hansı əzələ olur? Ön tərəfində açıcı əzələlər. Qız ön tərəfə bükürsən, qoluvu, niyə açıcı olsun ki o? Bu əzələlər bükücü əzələr. Bükücü əzələlər istər yuxarıda, istər aşağıda 2 başlıdır. 2 başlıdır, bükücü. Hə, bükücü əzələ. Deməli, bazunun ön tərəfində bükücüdür. Ayağımızı arxaya qatdırırıq. Deməli, ayağın arxa tərəfində nədir? Açıcıdır. Yenə də qız bükürəm. Hə, orada da bükücüdür. Arxaya qatardıq. Deməli, budun arxa tərəfindədir. Bazunun hər ikisi açıcıdırlar. Bundan hər ikisi açıcı dərkən bazunun arxa tərəfində açıcıdır, budun ön tərəfində açıcıdır. Bud belə düşünün də, belə yadınızda saxlayın ki, aşağı ətraf daha ağırdır. Buna görə bunu açmaq üçün 4 dənə başı var. Yuxarı tərəf ona nəzərən yüngüldür, bunu aça bilməsi üçün 3 dənə başı var. Bir də məsələn belə bir sual verər, köhnədən olan sualdır, düzdür. Deyər ki, nə zaman bazunun bükücü və açıcı əzələləri boşalmış vəziyyətdə olar? Əzələlər yorulanda. Yorulanda yox. Qolumu yana doğru sallamışam, əlim yanı salıb tutmuşam da. Bu zaman olacaq nə? Hər ikisi həm bükücü, həm açıcı əzələləri boşalmış formada olacaq. Mən onu yorulmuş oxumuşdum, hardansa. Yorulmuş. Məsələn, mənim əzələm yorulub, amma yenə də yığmağa davam edirəm də. Bu şey ola bilməz. Yorulma başqa şeydir. Baxın, burada deyirlər də, əjdaha başı lazımdır. Əzələrin yorulmasına səbəb nə idi? Nə toplamışdı? Əzəllərin yorulmasına səbəblər onların hərəkətidir də, deyəsən onların hərəkətidir. Hərəkət etdirən zaman enerji lazım idi, Atev. Orada Tez əldə eləmək üçün qlukozla süd turşusu eləyir, yığır ora. Həmin süd turşusu da əzələmizin yorulmasına gətirib çıxardır. Amma asta-asta iş görsək, həmin o süd turşusu bir də mitoxondriyada oksidləşməyə vaxt tapır deyə, ona görə də əzələrimiz çox da yorulmur. Amma atlarda olmadığına görə atlar yorulmur. Bəli, atın əzəllərində mitoxondriya deyə əzələ hüceyrəsi. Ona görə də onlar süd turşusu elə orada toplana bilmir də. Yəni yığışdıqca tez-tez parçalanır. Bəli. Ona görə də yorulmur. Tamam müəllimə. Başqa müəllimə? Bəli, müəllimə. Kəllə qutusu dövrdə əleykümə salam xanım. Kəllə qutusu dövrdə? Devonda oldu da kəllə qutusu. İşte qurbağada yarandı da Devonda. Qurbağadan başqa qabaq heç kimin başı yox idi. Balıqda yarandı, o da Devondadır. Bəli, o da Devonda idi. Başın skeleti neçə sümüklə birləşir? Hə, aşağı birləşməsi. Başın skeleti bircə dənə sümükdən birləşir, boyundakı fəqərə ilə birləşir. Skeletin bir hansı şöbəsi bir sümüklə birləşir? Skelet şöbəsi, sümük yox. Skelet şöbəsinin bir də hansı? Bir ədəd. Büzdümdür bir sümükdən birləşir də. Bir dənə fəqərə olar da, sonuncu büzdüm. Məsələn, yuxarı ətrafların skeleti neçə sümüyə birləşir? Hə, deyim də mən, yuxarı ətrafının skeleti birləşir. Yuxarıdan kürək sümüyünə. Kürək sümüyü Sonra özünə aiddir.
Yuxarı ətraflarını deyəndə həm sərbəst, həm qurşaq hissəsi dünənlər dedim. Sadəcə bir dənə gəlib öndən döş sümüyünə birləşir. Deməli Hə, qəfəsi qəfəs yox. Elə bil ki, qollarımız qurşaqla birlikdə harası? bir dənə gəlir döş sümüyünə birləşir. Vəssalam. Hə. Bir başın skeleti bir ədəd birinci boyun fəqərəsi atlas Bəli. birləşir. Bəli. Bir də yuxarı Bir- ətrafların həm sərbəst, həm qurşağı nəzərdə tuturam. Bunlar da gəlir birləşir nəyə? Bir ədəd döş sümüyünə birləşir. Başın skeletində oynaq əmələ gəlməsində neçə sümük iştirak edir? Başın skeleti oynaq əmələ gətirən müəllim. Bax, burada gizgahdan 2 dənə bu sümüklərdir. At sənə. Bir də arxadan ənsədir. 4 dənə olur da. Başa aid olub, oynaq əmələ gəlməsində iştirak edən cəmi 4 dənə sümük var. Bəli. Bədənimizdə olan bütün sümüklər skeletə daxildirmi? Qulaq yox, qulaq da aid eləmirdik. Qulaqda eşitmə sümükləri var, skeletə daxil deyil. Bir də dil altı Bəli. sümüyümüz var, bizdə dənə sümük. Bir dənə 6 dənə oldu, bir dənə də dil altı. 7 dənə sümük skeletə aid deyil. Bədəndə olan sümükdür, bəli, amma skeletin hissəsinə aid deyil. Skeletin bütün hissəsində qırmızı sümük iliyi varmı? Qırmızı sümüklüyü bütün sümüklərimizdə var. Sarı sümüklüyü ancaq borlu sümüklərimizdədir. Skeletin onda bütün hissələrində olur. Qırmızı sümüklüyü. Skeletin bütün hissələri sümükdən deyil ki. Hə, o Qığırdaqdan olan yerimizdə var da. qığırdaqda olanlarda olmur dedik də, qığırdaqda olanlarda olur. Skeletin bütün hissələrində qırmızı sümük iliyi var, yox, belə demərik. Amma bütün sümüklərin içərisində qırmızı sümük iliyi varmı? Var. Çünki sümüklərimizin hamısında qırmızı sümük iliyi var axı. Skelet hamısı sümükdən deyil. Qığırdaq hissələri də var. Müəllimə, qığırdaq toxuması daha qədimdir, yoxsa sümük? Qığırdaqdır da. Amma yox, mən onu bir dəfə sual vermişsiniz. Dediniz ki, sümük qədimdir. Sümük Ordovikdə yaranıb. Qığırdaqlı balıqlar Devonda yaranıb. Yazır ki, bunların əcdadında sümük var idi. Deməli, sümük Bəli, hə. qədim idi. Sümük Bir də bunu çəkmişəm. bir dənə də elədim. Yenə də eyni şey oldu, gördün? Söz. Nə dedi, sümük deyil. Məsələn, 45 kiloqram sümük toxumasında sümük hüceyrələrinin ümumi kütləsi nə qədər olar? Hə. Deməli, sümük toxuması müəllim, əgər 45 kiloqramdırsa, onun 1/3-i sizə məndən nə soruşdunuz? Sümük hüceyrələrini soruşdum, 1/3-lə düz deyirsiniz. Bunu yəni Hüceyrəsi 1/3, hüceyrəsi maddə 3/2 də müəllim. Onu başa düşmüşəm, yox bilirəm bunu. Üçə bölüb iki vururuq da. Siz məndən nə soruşdunuz başa düşmədim. hüceyrələrini soruşdum. Müəllim, sümük hüceyrəsi 1/3-ni təşkil edir. 3/2-si isə hüceyrəsi maddədir. Elə bizə verilən 15 kiloqramda 15 kiloqram budursa 30 kiloqram yerdə qalanda ki, rəqəmi işlədim. Hə, bura yazmış sayım, görmürəm. 45 kilo olursa bunu böləcəm 3-ə. 2-yə vuran alıram sümük hüceyrəsini. Hüceyrə olacaq 1/1, hüceyrəsi maddə olacaq 3/2-si. 30 kilo orada hüceyrəsi maddədir. 15 kiloqram isə sümük hüceyrəsidir. Qızlarda, oğlanlarda boy artımı hansı yaşa qədər idi? Qızlarda 18 yaşa qədər, oğlanlarda 20. Boy artımı dövründə hansı vəzn hormonunun miqdarı yüksəlir? Epifiz vəzn. Yox, hipofiz bağışlayın. Hipofiz vəzni hormonda somatotrofdur. Yəni somatotropun miqdarı çatmasa, hormon çatışmazlığı olarsa, hansı vəzn ölçüsü böyüməz? Biz hardan soruşuram? 11-ci sinif mikrobiyologiyadan soruşuram. O aslında B. Az olanda Timus vəziyyəti. timusdur, hə. Timus vəzni Çatmayanda timusun da ölçülər böyümür. Timus böyük olmalı idi ki, immun reaksiyalarını dəstəkləsin. Ona görə görürsüz, boydan balaca uşaqlar çox vaxt immunitetdən də zəif olurlar. Deyirik. timus vəzni cinsli vaxtda və cins seçkənliyin qarşısını alan bir vəzdir. Həm də ki, infeksiyon xəstəliklərə qarşı müqavimət artırmışlar. Bu uşaq vaxtında çox olur. Biraz böyüdükcə o kiçilir. Timusun ölçüsü böyük olur, bəli, ondan sonra böyüyəndə kiçilirdi. Demək, yetkin insanın kəllə qutusunda, başın skeletində deyək, yetkin insanda başın skeletində hansı sümük birləşməsi növləri var? Hə, deyim də. Daxili deyim, ümumi deyim də. Ümumiyyətcə kəllədə olan sümüklər
23 dənədir, qulağı gəlməyim, daha üstə qulağı çıxdım. Bundan kəllə qutusunda Və sümük birləşmə kəllə qutusunda 8 dənədir ay müəllim. Onlar sayın bax bir-bir deyim də alındı, təpədir. Alın bir dənədir, təpə 2-dir, sonra gizgahda 2-dir. Ensə gəldim boyun dalına bu bir dənədir. Sonra bir dənə əsasdır, bir dənə də xışdır. Üzümüzdə isə 15 dənə sümük vardı. Bu da biri alt çənədir. Tək olanlar deyim ki, tək olanlar 3 dənəsi cəmi təkdir. Alt çənədir, xışdır, bir də dilaltıdır. Qalan o biri sümüklər hamısı cüt sümüklər. Right bax 3 çənəmiz 2-dir, almacıq 2-dir, sonra burun sümüyü 2-dir, aşağı burun balıqlağı 2-dir, sonra göz sümüyü də 2-dir, sonra nə qaldı? Bunları soruşmurdum. Damaq, Damaq sümükləri falan. Deyirəm ki, sümük birləşməsi başın skeletində neçə cür sümük birləşməsi var? mənim orada hərəkətsiz sümüklər, hərəkətli birləşənlər soruşursunuz. Bir hərəkətli var, bir dənə də hərəkətsiz var da. Hərəkətli, onu deyim. Hərəkətli sümük hansı? Hərəkətli ancaq alt çənədir, qalanlar hamısı hərəkətsizdir. Timsahlarda hansı çənə hərəkətli idi? Üst çənəmiz. Timsahlarda bir dənə üst çənə hərəkətlidir, bizdə alt Bizim çənə. əkdir. Alt çənədir. Kök neçə sümükdə yerləşir? 3 sümükdə. Hansı sümüklərdə o 3 dənə? Bu bax alt çənə bir hissədən ibarətdir. Üst çənə 2 hissədən ibarətdir. Ona görə 3 sümük deyirik. Heyvanların neçə sinifində dişlər xüsusi yuvalarda yerləşir? Ancaq məməlilərdədir. Bəli, ancaq Yox, qısa dənə o məməlilər məməlilərdə. şaşıb timsah gözümü qabağına gətirdim, o yox deyil. Ancaq Ancaq məməlilər məməlilər ki, onların yuvalarda yerləşir. Məməliyə xas olan xüsusiyyəti idi. Yuxarı ətrafların skeletinə hansılar aid oldu? Yuxarı ətrafa mənim yuxarı ətrafın sərbəst hissəsi aiddir də. Sümükləri sayayım. Bazudur, saitdir. Saitdə 2 dənə sümükdür. Mil və dirsək sümüyü. Bir də əldə qoysayım. Əldə də müəllim deməli 8 dənə əl darağıdır, 5 dənə əl darağıdır, 14, 12 dənə də, yoxsa 14 dənə də barmaq palataları idi də. Cəmi 30 sümükdür. Bir sərbəst qolumuz 30 sümükdür. Qurşaqları da gəlsəz üstünə yuxarı ətraflardır. Hə, yuxarı ətrafda qurşaq sümüyüdür, orada 2 dənə kürək sümüyüdür də. Bizim körpücüyümüz yoxdur. Hə, var, mən o da döş sümüyünə birləşir də, döşə birləşir körpücük. Hə, ikisi gəlsə müəllim, bunda olacaq o da ikisi bu üzə gəlim, ikisi o üzə gəlim. 50 64 dənə. Deməli, bəli, 64. Yuxarı ətrafların sərbəst hissəsi 60, qurşaq hissəsi 4. Yuxarı ətrafların skeletində sərbəst və qurşaq hissəsi. Yuxarı ətraflar deyəndə hər ikisi gedər. Cəmi 60 sümük var. Aşağı ətrafların skeletində neçə sümük var idi? Aşağı ətrafda da 30-30'dur. Orada elə bir ki, ayaqda 7'dir. Əldə 8 idi. O taban arxası 7 sümükdür. Onun da əvəzinə diz gəlir, diz sümük gəlir. Olur 30-30, 60'dır. Bir də çanaq sümüyü. O da 2 dənədir də. 2 dənə də çanaq sümüyü. Onda da olacaq 62. Deməli, skeletin daha çox sümükləri harda toplanıb? Ətraflarda. Ətraflarda. Yuxarı qısadır. Bəli, 126 dənə. İndi deyirəm ki, ətrafların sümükləri ümumi skelet sümüklərinin neçə faizini təşkil edər? Hə, ümumi sümüyümüz 220'dir. 220 100%'dırsa 126 olacaq 2%. Oradan x tapacağıq. İndi burada x-dən qiyməti nə edəcəksə o? Qəşəng. Hə, onu hesablamışıq. Qəşəng. Təşəkkür müəllim. Təşəkkürünüz olsun. Sayənizdə. Sağ olun müəllim. Estağfurullah. Mehparə müəllimə. Mehparə müəllimə. Mehparə müəllimə buradadır, arkadaşlar görən var. Bir dəqiqə görüm Mehparə müəllimə. Hə, buradadır. Buradayım ay müəllimə, aça bilmirdim. Axşamınız xeyir. Hər vaxt. Dayanın gecə. Onurğa sütunun üzərində əyriliklər deyək müəllimə. Onurğa sütunun üzərində müəllimə əyriliklər lordoz, kifoz, skalyoz. Vəssalam. Bunlar Lordoz, kifoz, hə. lordozu əmələ gətirən şöbələr. Lordozu əmələ gətirən şöbələr bel şöbələrdə kürək, boyun, Lordoz ibarətdir boyun, boyun, bel,
Lordoz bu iki şöbənin önə əyriliyidir, yoxsa arxaya əyriliyidir? Lordoz irəli önə dönməlmə. Önədir. Lordozu əmələ gətirən fəqərlərin sayı nə qədər olar? 2 fəqərə dön var bunlarda. Qız düz hesabla, ha bax. Boyun şöbəsində neçə fəqərə var? 12 dənə. 12 dənə. Mən çöl gərçiniz adam, nətər yəni 12 dənə? Ay müəllim, lordozun əmələ gətirən ümumi dön soruşsunuz. 12 dənə ümumidir. Boyundan deyirəm. Boyun neçə fəqərədir? Bir dənə dönmü boyunda? İndi də oldun qurbağa ilə. Əla. 12 7 boyunda 5 boyunda dönmü? Xüsusiyyətdir də. Hə, 7 boyunda 5 də beldə. 5-də beldə. Toplam lordozu əmələ gətirən fəqərlərin sayı olacaq 12. Hə. İndi kifozu deyirik. Kifoz hansı nədir bu? Onu rast Kifozda müəllim 4 dənə dönmü? yox, kifoz döş. Bir də omadır. Hə, deməli döşdə 12 dənə idi, ömədə də 5 dənə idi də. Onda kifoza əmələ gətirən şöbənin fəqərə sayları 12 üstə 5 gələr, 17 olur da. 7 fəqərədə kifoza əmələ gətirir. Lordoz kifoz normal vəziyyətdir yoxsa patoloji vəziyyət? Normal vəziyyət deyil də müəllim. Bizdə hal-hazırda onurğa sütunumuz esvaridir. Bu esvari əyrilik lordoz da var, kifoz da var. Sadəcə dərəcəni keçərsə, əgər səhv eləmirəmsə, 1 dərəcədən. normaldır. 1 dərəcədən yuxarı Onu alır. ay müəllim, bir şey də soruşum sizdən. O dərəcəni keçəndə olan əyriliklərin özləri daxili orqanlara zərər verir, eləmi? Bəli. Məsələn, kifozun özü döş şöbəsini əyirdi ya, ürək, ağciyərlər, onların hamısında ciddi narahatçılıqlar yaranır. Deməli, lordozla kifoz həm normal əyriliklərdir, esvari dediyimiz, həm də bunların patoloji vəziyyəti var. Hə, patoloji. Skalyoz, məsələn, bu Hə. skalyoz nədir? Skalyoz da əyrilikdir müəllimə. Ancaq Sağ skalyoz var, bir çiyini aşağı, bir çiyini yuxarı. sola sağa hər iki tərəfə olan skalyozlar var da. Hə, birində məsələn sağlı skalyoz olur, birində sollu skalyoz olur. Yəni elə bil onurğa sütununda çiyinlərdən birinin yuxarı, birinin aşağı olması. Bu əyriliklər əsas məktəblərdə o sumkalarında uşaqların kitab çox olduğuna görə bunlara deyirlər sizin belə əyrilikləriniz var. Ancaq müəllim mən ondan yox, bu ən çox da telefonla oynayan uşaqlarda da bu əyriliklər əmələ gəlir. Çox oturub boynunu əyib telefonla oynayan. Hə. Çünki sinifində şagirdlər var. Onlarda bax bu lordoz, bu skalyoz əmələ gəlibdir. Onlar başlarını həmişə aşağı əyib, valideynləri deyir ki, evdə telefonlandılar. Onlarda bu əyriliklər var. Ola bilər. Deməli, birlə göstərdiyim sümük birləşməsi nədir? Birlə, heç görmürəm ki. Dayım, bu sümüydüm bunlar. Görə bilmirəm onu. Çünki o elə bir ad düşübdü onun üstünə. Bu oynaqdır. Hə, oynaq sümükləridir. Elə bir oynaq başlıqlardır da. Məsələn, bir oynaq hansı hissələrdən ibarət olar? Bir oynaq yuxarı bunlar bu sümüklərində ən çox bu oynaqlar var. Bir də var da, amma bir oynaq hansı hissədən ibarət olar? Çuxuru var. Oynaq başı, bir də oynaq çuxuru. Başa düşürəm, ancaq deməli çətinlik çəkirəm. Olsun. Bunlar qığırdaqla örtülüdür. Bir də sümüyü sümüyə birləşdirən nədir? Fəqərələr deyilmi? Qız sümüyü sümüyə nə birləşdirir? Vətərlərlə əzələlər. Bağlar. Bağ. Sümüyü sümüyə birləşdirir bağ. Əzələni sümüyə birləşdirir vətər. Vətər. Deməli, burada oynaq təşkil olundu. Oynaq başı, oynaq çuxuru, oynaq mayesi var içərisində. Sümüyə birləşdirən bağlar var. Bu da oldu bir oynaq hissəsinin içərisində. Yaxşı müəllimə, birini də deyim sizə. O ən çox dizlərdə olan oynaqlarda, o yiyinmə gedəndə həmin o maye edimi orada qutaran? Maye də qutarır, bir də sümük sümüyə çox sürtünür. Hə, sümük sümüyə çox sürtünür. Müəllimə, o iynə ilə müalicə etmək mümkündürmü, yoxsa o mütləq öz mayesi mi olmalı? Yox, mən o
qədərini bilmirəm. Ora gel falan doldururlar. İndi mən çox elə dərin hakim deyiləm bu mövzuya. Şey yox, müəllimə. Sən belə sümük başlıqlarını, oynaq başlığını, oynaq çuxurunu metal Kök hüceyrə yerdirlər müəllimə ora. çoxdur çarəsi. Bir çox hallarda olur. 2 ilə göstərdiyim hansı sümük birləşməsidir? Bel fəqərələri deyilmi o? Bu ümumiyyətlə fəqərədir onurğa sütununda. Onurğa sütunu neçə növ sümükdən təşkil olunub? Hamısını bilirəm onların. Neçinlik bir dediyin sualı müəllimə? Onurğa sütunu neçə növ? Bir dənə deyilmi? Əslində biz o cür deyirik, qarışıq sümük deyirik bunun hamısına. Bu Bəli. fəqərələrin hər biri bir növdür. Məsələn, elmi ədəbiyyatlarda bu gedir 33-34 növ sümük. Əslində 33-34 fəqərədən, biz deyirik onurğa sütunu 33-34 fəqərədən ibarətdir də. Bəli, amma hər bir fəqərə bir növdür, çünki heç biri bir-birinin eynisi deyil. Quruluşca bunlar hamısı qarışıq sümüklər gedir. Onurğa sütunu üzərində hansı sümük birləşmələri var? Onurğa sütunun üzərində deməli boyun fəqərələri var. Sonra döş fəqərələri var. Bunlar bir hərəkətli, onları mı soruşsunuz müəllimə? Hə. Hərəkətli. Hərəkətli şöbə hansı? Bir də bunlar həm hərəkətli, bir də yarım hərəkətli olur da. Hərəkətsiz də var. 3 növ birləşmənin üçü də var. Onurğa sütunu üzərində hərəkətli birləşən neçə dənə fəqərə var? Müəllimə 12 cüt deyilmi? Canalarına. 2 dənə. 2 dənə. Kimi yadına düşür? Bəli, birinci, ikinci boyun fəqərləri hərəkətlidir. Yarım hərəkətli fəqərlərin sayı? Orta hissədə olan 22 dənədir onlar. Aha. Hərəkətli fəqərlərin sayı? Hərəkətsiz olan da 9-10 dənə. 9. İndi o yarım hərəkətli fəqərləri bir-bir sayaq. Deməli, yarım hərəkətliləri bir-bir sayaq. Bel hissədə olanlardır da, deməli bunlar. Deməli, boyunda olur 5 dənə, bildiyim qədərincə. Döşdə olur 12 dənə. Hə? Hə. Sonra beldə olur 5 dənə. Bəli. Ömədə olur 5 dənə. Bunlar olur 2 dənə yarım hərəkətli. Yarım. Aha. Büzdüm hissəmizdə də olur 4-5 dənə də. 5-də büzdüm. Toplam 9 və ya 10 dənə hərəkət Sümükləri. hərəkətsiz. Şeydə insana bənzər meymunlarda oma fəqərlərinin sayı nə qədər idi? Necə müəllimə? İnsana bənzər meymunlarda oma fəqərlərinin sayı nə qədər idi? Onlarda da 5-6 dənə deyildimi? Bəli, bizdə 5-dir, onlarda 5-6 oma fəqərləri var idi. Tamam Bizə müəllimə. yaxın meymun da var anqıtaydı. Bəli, tamam müəllimə. Təşəkkür. Sədaqət müəllimə. Bəli, salam. Salam müəllimə. Müəllimə, balığın onurğa sütunu neçə şöbədən ibarət idi? Boyun gövdə deyəsən. Yox, gövdə quyruq. Gövdə quyruq. Qurbağanın onurğa sütunu hansı şöbələrdən ibarətdir? Orada deməli bu nə Allah, qurbağada bədən quruluşu, baş, gövdə ətrafı idi. Onurğa boyun, döş, oma, quyruq. Döş necədir? Boyun gövdə. Gövdə. Boyun, gövdə, oma, quyruq qurbağadaydı. Sürünənlərdə onurğa sütunu neçə şöbə idi? Sürünənlərdə boyun, döş, oma, quyruq. Bəli, 5 şöbə ilk dəfə hamısı bunlarda var idi. Sürünənlərdir, bəli. Quşlarda, məməlilərdə də həmçinin quşların onurğa sütununda hansı şöbələr hərəkətli idi? Bu 12 fəqərəsi olan boyunda. Boyun. Hamısında boyun şöbə hərəkətlidir. Bir də deyirdik bəzi quşlarda quyruq. Nə var? Bəzi da quyruq şöbə Quyruq. Bəli. olurdu. Onurğa sütununa insanda, onurğa sütununa neçə sümük birləşir?
onurğa sütununa deyəndə onurğa sütununa deməli aşağı 2 dənə yuxarı kürəyi idi, kürək Müəllimə sizin səsiniz yox, çox. kürək. Bilməm mənim Bizdə oluşdu, bizdədir. Tez götürüm deyim, internetin yanına deyirəm. biraz düzəldir. Deməli onurğa sütununa birləşən sümüklərimizi sayaq bunda. Onurğa sütununa 2 dənə çanaq olur. Yuxarıdan 2 dənə körpücük olur. Bir dənə də boy bir dənə də nəsə var idi. Ensə. Yox. Çanaq, 20 qabırğa. Hə, qabırğa yadımdan çıxdı. Yox, körpücük onurğa sütununa birləşməz. Yox, çaşdım. Körpücük birləşməz. Körpücük gəlib döş sümüyünə birləşir. Onurğa sütununa birləşir 2 çanaq, 1 ensə, 24 qabırğa. Toplam 27 sümük. Deməli müəllimlər, ən çox sümüklə birləşmə əmələ gətirən skelet hissəsi desə, onurğa. Onurğa sütunu ən çox sümüklə birləşən hissədir, 27 sümüklə birləşmə əmələ gətirirdim. Onurğa sütunu ilk dəfə hansı dövrdə yarandı müəllimə? Onurğa Hansı dövrdə? onurğa O onurğa. Ordovik. Səsiniz qırılır deyə mən çox aydın başa düşmürəm sizi. Ordovikdə yarandı, onurğa sütunu şəklində. Sümüklərin eninə və uzunluğuna böyüməsi necə gedir? uzunla böyüməni, qığırdaq toxumasının, yəni o epifizdə olan qığırdaq toxumasının hesabına gedir. Eninə böyümə diafizin hesabına gedir. Sümük üslüyünün altındakı hüceyrələrin bölünməsi hesabına gedir. Bu bitkilərdə hansı toxumaya bənzəyir? Kambiya. Bəli, bəs qığırdaq hissə hansı toxumaya bənzəyər? Birləşdirici toxumadır o. Bitkilərdə Yəni törədir da törədici. törədici təpə tumurcuğu kimi də. Necə təpə tumurcuğu uzunluğuna böyüdür, bizdə də qığırdaq hissələrdə uzun borlu uzunluğuna böyüdür. İnsanda sarı sümük tipinə malik olan sümüklərin sayı Deməli 3 al, belə deyək də 12 dənə deyəsən. Bud, baldır, bazu, sayid, 6 da məncə 12 dənədir. Bazu sümüyümüz neçə sümüklə birləşir? Bazumuz bir dənə sümüklə birləşir. Aha. Neçə sümüklə birləşir? Bazu bir dənə ilə birləşmir, körpücüklə. Kürəklə. Yuxarıdan kürəyə birləşir, bəs aşağıdan? Hə, o yadımdan çıxdı. 3 dənə sümüklə birləşir. Dirsəklə mil. Bəli. Bir bazu sümüyü 3 sümüyə birləşir. Yuxarıdan Bəli, bildim, başa düşdüm. aşağıdan və dirsək. Bir bud sümüyü neçə sümüyə birləşir? O 2 dənə sümüyə birləşir. Bir çanağa birləşir. Bir də o 2 dənə də onun birinə birləşir. Qamışa birləşir deyəsən. Bəli. Yoxsa biri qamış idi, birinci inciyə birləşmir. İnciyə birləşmir. İncik nazikdir. Bəli. Sümüyünə birləşirdi. Sarı sümük ili ilk dəfə hansı dövrdə yarandı? Sarı sümük iliyi diafizdədirsə, devonda qurbağalardır. Embrionaldaydı yoxsa post-embrionaldaydı? Post-embrionalda, sürfə mərhələsində. Artıq arxa tərəflərə əmələ gələndə idi. Bəli. Dövrdə sarı sümük ili ilk dəfə kimdə olsun? Embrional dövrdə o məmələrdə satılarda ana bətnində ətraf olanlar. Ay bacı, Ora qədər
Sürünənlərdə, quşlarda, yox. Sürünən. Yumurtanın içərisində artıq ətrafları yaranırdı. Hə, Sarı sümük iliyi də embrional dövrdə yaranır. Hər iki sümük iliyinin funksiyası nə olsun? qan yaradırlar. Bir də sarı sümük iliyi bundan əlavə olaraq ehtiyat pi toxumadır. Bəli, hə. Bunun funksiyası kök hüceyrə funksiyasıdır deyə bilərik. Bilmirəm ona mən. 11-ci sinif deyə bilərəm. Orada deyir ki, sümük iliyi, qırmızı sümük iliyi qan hüceyrələrini yarada bilir. Postembryonalda özünü kök hüceyrə kimi aparır. Qabırğalar kimdə yarandı? Qabırğalar balıqlarda, devonda. Qabırğalar neçə yerə bölünür? Bizdə. Hə, bizdə 7 cüt həqiqi qabırğalar var. 3 cüt yalançı qabırğalar var. 2 cüt də sərbəst qabırğalar var. Üzən qabırğa deyilir onlara. Bəli, 3 yerə bölündü. Döş sümüyünə birbaşa neçə sümük birləşir onda? Döş sümüyünə həmən 14 dənə qabırğa birləşir. Bir də körpücük sümüklə 16 dənə sümük birləşir. 16. Bir də müəllimə, qarın qabırğaları deyilən bir şey var idi. Biz onu hansı canlılarda demişdik? Qarın qabırğaları yəqin ki ilanlarda olar, sonra Sürünənlərə. Hə. Sürünənlərə xas olan xüsusiyyətdir. Biz bir də bunu keçmiş o qədim canlılardan kimdə görmüşdük? Bəlkə pəncə üzgəsli balıqlar ovdum, bilmirəm. Aha. Arkadaşlar kimdə görmüşdük? Yox. Arxeopteryx. Qabırğaları kimdə? Hə, Arxeopteryx. Aha, deyirdi ki, sürünənlərin bənzər xüsusiyyətləri qarın qabırğası. Bəli. İndi biz qarın qabırğasını hansı qabırğaya deyirik? Hara birləşib ki, o qarın qabırğası adlanır? Yəqin ki, bel fəqərəsinə birləşibdi, ona görə qarın qabırğası. Bəli. Döş fəqərlərinə birləşənlər döş qəfəsini yaradır. Bel fəqərlərinə birləşənlər də qarın qabırğasını yaradır. Bizdə hansı şöbənin fəqərələri 4 sümüklə birləşmə əmələ gətirir? Məncə döş fəqərələr. Çünki bir dənə özündən üstdəki, bir dənə özündən altdakı, 2 də sağ-sol qabırğalar 4 dənə sümüklə birləşir. Bir də müəllimə, oma şöbəsindən 2 dənə fəqərə çanaq sümükləri ilə birləşir. Bəli, hə, o da var idi, düzdür. Sadəcə 2 fəqərəsi. Burada şəkil üzərində var. İstəyirsiniz bir dənə baxaq o hissəyə. Baxın, məsələn, bu çanaq sümüyünün şəkli deyil. Çanaq sümüyündə ilk, deməli, bunlar gəlib ilk 2 fəqərəyə birləşir. Son fəqərlər artıq 3 dənəsi öz aralarında 2 sümüklə birləşməməyə gətirir. Məsələn, buradan o yana bunlar 2 fəqərə çanaq sümüyü ilə birləşmiş olur. Bir altdan üstdən fəqərəsi, sağdan soldan da çanağı. Bəli. İnsanın gövdə skeleti kənardan neçə sümüyə birləşir? Kənardan yəqin ki, 2 dənə çanağa birləşər. Sonra 2 dənə körpücüyə birləşər. Əla. Bir dənə də ənsi idi, nə idi ora? 5 dənə. Gövdə skeletimiz kənardan 5 sümüyə birləşir. 5 sümüklə birləşir. 2 çanaq dediniz, 2 körpücük. Körpücük, bir dənə də ənsi. Bəs. Əlaçı. Təşəkkür müəllimə. Sağ olun. Buyurun. Nişabə müəllimə. Bəli, müəllimə, salam. Salam müəllimə. İnsan skeletində bir sümüklə birləşən sümükləri istəsək bəs? Bir sümüklə birləşən, o ən axırıncı büzdüm sümüyüdür, bir sümüklə birləşən. Bir dənə büzdüm. Bir də yuxarıda. Sonra? Sonra bir də o qabırğalar, üzən qabırğalar. 4 dənə qabırğa. Sonra? Skelet demişəm ha, bütün skeletdə. Bütün skeletdə. Bax, bu sonuncu barmaq falanqaları var ha? Olur. 20 dənə də falanqa. 20 falanqa. Deməli, insan skeletində bir sümüklə birləşən cəmi 25 sümük var. Bəs gövdə skeletinə aid olub bir sümüklə birləşən sümüklərin sayı nə qədər olar?
Onlar 4 dənə olacaqdı da qabırğalar. Qız niyə sonuncu büzdüm ora aid deyil? O da onurğaya aid. Gövdə skeleti aid olub, bir sümüklə birləşənlərdirlər. Sonuncu büzdüm 4 dənə də sərbəst qabırğa və yaxud da rudiment qabırğalar. Rudiment demişkən müəllimə, rudimentlər embrionalda yaranır, yoxsa postembrionalda? Embrionalda. Postembrionalımızda rudiment yaranmazmı? Məsələn, ağıl dişləri. Postembrionalda yaranır. Öncə rudiment orqanlar bizdə, məsələn, bu büzdüm falan deyək də, büzdüm rudiment. Halda var idi müəllimə dünən o. Harda var idi? Dünənki bizim sınaq sualımızda. Həqiqi? Hə. Mənim hələ heç suallardan xəbərim yox. Həm embrionalda yarana bilər, həm postembrionalda yarana bilər. Məsələn, ağıl dişləri də postembrionalda yaranır. Şəbə müəllimə, gətirək qurşaq sümüklərini balıqdan, həm çiyin, həm də aşağı ətraf qurşağını. Balıqdan düz məməliyə doğru hamısını gətirək. Demək, balıqlarda qurşaq sümüyü çiyin qurşağıdır. Çiyin qurşağı balıqlarda olacaqdır. Deməli, Hansı üzgəcin dibində yerləşir? o yan üzgə, döş üzgəçlərinin. Döş Bir də dibində. döş dibində. Kürək sümüyü, bir də qarğa sümüyü. Bəli, balıqlarda 2 kürək, 2 qarğa. Bəs Qarğa. qarnın üzgəcin dibində nə yerləşir? Orada da çanaq sümüyü. 2 dənə də çanaq sümüyü. Sonra Çanaq gəldik sümüyü. yanlara. Burada yaşayan qurbağalarda. Deməli, bunlarda kürək sümüyü, körpücük sümüyü, bir də qarğa sümüyü. Yuxarı ətraf, aşağı ətrafda Bir də döş sümüyü də qarğa. Döş sümüyü. Hı. Döş sümüyü də aiddir. Sonra aşağı ətrafda çanaqdır. Sonra keçdik sürünənlərə. Sürünənlərdə də deməli yuxarıda kürək, körpücük, qarğa, bir də aşağıda çanaq. Sonra məməlilərdə demək fərqlidir. 4 ayaqlılarda körpücük sümüyü yoxdur, yuxarı ətraf kürək sümüyü var, bir də çanaq sümüyü. Primatlar da insandır, bir də ilk məməlilərdir. Bunlarda da körpücük sümüyü, kürək sümüyü var, bir də çanaq sümüyü var. İlk məməliləri bizə niyə qatdınız ki? Onların da körpücük sümüyü var da ona görə. Qarğa var, qarğa. Qarğa sümüyü həm də Maksimumdur. 2 kürək, 2 körpü, 2 qarğadır. qarğa sümüyü. Bizdən fərqlidirlər. Primatlarla insanda da 2 körpücük, 2 kürək sümüyü. Bizi Sonra quşlar birləşdirib. primatlara lini. Bəli. Meymunla insan neçə sistematik kateqoriyada birləşir? Deməli birləşir. Eyni tipdir, xordallar, sonra gəlir məməlilərdə, dəstədə primatlarda. Deməli, Dəstə, sinif, bir də tip. bir də aləm. Hamımız heyvanlar aləmi. Heyvanlar. Sistematik kateqoriyada birləşirik. Bir də quşların dediniz qurşaq sümükləri. Quşlarda da deməli kürək, körpücük, qarğa sümüyü, bir də çanaq sümüyü. Quşlar, ilk məməlilər, sürünənlər, çiyin quşağı hamısı eynidir. 3 növ 6 ədəddir. Bir də arxa ətrafımızda çanaq. Hansı məməlilərdə arxa ətraf sümüyü rudiment idi? Məməlilərdə Keçən il sertifikasiyada düşmüşdü. Balinadır. Balinada çanaq sümüyü rudiment idi. İlanda isə dirsək sümüyü rudiment idi. Yəni ətrafın sərbəst hissəsinin. Hansı amfibilərdə sarı sümük iliyinə rast gəlinməz? Onlar ayaqsızlar. Hansı sürünənlərdə, reptililərdə sarı sümük iliyinə rast gəlinməz? Onlar da məsələn ətrafsızlar, ilanlardır, bir də kormal. Koramallar idilər. Bəli. Sümük iliyi quşlarda neçə sümüyün içərisində var? Quşlarda yoxdur da, onların bədəni yüngül olsun deyə sümüklərin içi boşdur. Onda quşlarda borlu sümüklərin sayı neçədənədir?
Borlu sümüklər deməli 12-dir. Nə oldu da? Məndən nə oldu ki? İncik sümüyü rudimentdir də, onun içərisində borlu. Hə, 10 dənə 10 dənə. bizdən kəmdir də. 12 dənə borlu sümük onurğalıların hansında rast gələrik? Onurğalılar məməlilərdə. Məməlilərdən başqa bir də sürünənlərdən. Onlarda ətrafları olan sürünənlərdən söhbət gedir. Nədən kərpinkələr, timsahlar bunlar. Hə, onlarda da məsələn baldırla sait hissəsi bizdəki kimi 2 sümükdür. Qurbağada borlu sümüklərin sayı neçədən olar? Onlarda 10 dənə. 8 dənə. Bazu da bir sümükdür, sait də bir sümükdür, Hə. bir sümükdür, baldır da bir sümükdür. İndi bunların hərəsindən 2-2 götürsəz, toplam 8 dənə sümük olmuş olacaq. Bu tapşırığa baxaq müəllimə. 10 böldüm. Kütləsi 24 kiloqram olan insan skelet sümüyünün hüceyrələrində nə qədər deməli Sümük hüceyrə arası maddə hüceyrəsi 24-ü 3-ə bölüb 2-yə vuracağıq. nəyi tapacağıq onda? Orada hüceyrə arası maddələri. Deməli 16 kiloqram hüceyrə arası maddədir. Sümük hüceyrələri isə 3də 1, 8 kiloqram. Sümüklərdə üzv və mineral maddənin miqdarı yaşla bağlı necə dəyişir? Hə, uşaqlarda üzv maddələr çox olur. Onların sümükləri elastik olur. Amma yaşlaşdıqca yaşlı insanların sümüklərində qeyri-üzv maddələr çox olur. Onların sümükləri kövrək olur. Ona görə də sümük Yəni çox olur. sərtlik verir, mineral maddələr, elastiklik üzv maddə. Deməli yazıram kalsium. Kalsium 1. Qandan keçdi sümüyə. Bu hansı hormonun işidir? Hə, bu elə bil ki, timus vəzinin hazırladığı hormondur da bu. Yox, parat hormondur da bu. Qalxana bənzər ətrafı. Qız dayan, qandan sümüyə keçib, sümüklərin möhkəmliyini təmin etmək üçün. Bu hansı hormondur? Kalsitonin. Kalsitonin qalxana bənzər vəzin hormonudur. İndi deyirik sümüklərdən qana keçir. O qalxana bənzər ətrafı hormon. Qalxana bənzər ətrafı vəzlərin hazırladığı hormondur, o da parat hormonu. Bəli. İndi bunlar sutkalıq sümüklərin ümumiyyətlə qandan hər gün, sümükdən daha doğrusu qana hər gün norma nə qədər kalsium keçməlidir? Onu bilmədim. 700 milliqram. 700 milliqram keçməlidir, bəli. Norma. Biraz da rütubət falan olanda deyirsən, revmatizmam tutub sümüyüm sızıldayır söhbəti. 700 milliqramdan keçərsə bizdə revmatizma yaradır. Həmçinin bu keçən kalsium gedir böyrəklərdə çökür. Böyrək daşları səbəb olur. Bu da olacaq kalsiumun mübadiləsi idi. Bir də nə deyəcəydim? Hə, sümüklərin deformasiyası var, sınıq, çıxıq, burxulma. Hə, sınıqlar var, çıxıqlar var, bir də burxulmalar var. Burxulmalar odur ki, orada deməli sümükləri bağlayan bağlar dartılır, burxulur, bu belə şiddətli ağrı verir, onu soyuq əşya qoyub bağlamaq lazımdır. Bir də var çıxıqlar. Çıxıqlar sümük başının, sümük çuxurundan, yəni yuvasından çıxması, yer dəyişməsidir. Onu yuvaya salıb, möhkəm sarğı ilə sarmaq lazımdır. Bir də var sınıqlar. Sınıqlar da olur deməli, qapalı sınıqlar, açıq sınıqlar. Onların da bəzilərini şişinə qoymaq lazımdır. Amma bəzilərini elə sınıqlar var ki, onları şişinə qoymaq olmaz. Sonra şişinə qoyulur, amma məsələn, kəllə sümüyü sınıbsa ilk tibbi yardımı nə edək? Hə, onu elə ağza aşağı vəziyyətdə uzatmaq lazımdır. Kəllə qutusu sınıbsa, başını arxaya sallayırıq, amma yumuşaq bir şey qoyuruq, dəyməsin. Dəyməsin, arxa üstə uzandırıq. Bir də o qabırğalar sınıbsa, nəfəs vermə vəziyyətində qabırğaları sarıyırıq. Onurğa sütunu sınıbsa bəs? Onurğa sütunu sınıbsa, onu da düz belə taxta üzərində uzatmaq ki, tərpəməsin, tərpənməz vəziyyətdə. Yoxsa onurğa sütunu
yuxarıya gələcək şəkildə. Gələcək. Yuxarıda Onurğa sütunu yuxarıda qalsın da, üzü üstə, arxasının üstündə ağzı aşağı vəziyyətdə. hə, ağzı aşağı, yəni üzü üstə deməkdir o. Onurğa sütunu onurğa beyni zədələməsin deyə. Tamam müəllimə. Təşəkkür. Nuriyə müəllimə. Hə, axşamınız xeyir, gəlirəm. Açılmır, həmişə bəxtimdən deyil. Yox, hər vaxtınız xeyir olsun. Əzələ lifləri ilk hansı dövrdə yarandı? Əzələ liflər bu proterozoa erasında bağırsaq boşluqlarda. Bəli, əzələ toxuma qrupu neçə növə bölünür? Əzələ toxuma qrupu 3 yerə. Deməli, elinə zolaqlı skelet əzələləri, elinə zolaqlı saya əzələlər, bir də ki, dilimin ucunda ömrü boyu yadımdan çıxdı. Skelet əzələsi, bir də say əzələsi. Adı skelet əzələləri. Məsələn, bax deyirəm, elinə zolaqlı skelet əzələsi. Bu əzələ qrupudur, yoxsa əzələ növüdür? Elinə qrupu. Bu əzələ növüdür. Əzələ toxuması desən, əzələ. Bu bir qrupdur. Bunun 3 növü var. Saya əzələdir. Deyirdi, 2 adla adlandır da. Saya əzələ, sonra elinə zolaqlı skelet əzələsi, bir də elinə zolaqlı ürək əzələsi. Skelet əzələlərin gərginliyi və tonusu hansı beyin şöbəsi ilə idarə olunur? Ara beyin. Hansı beyin? Ara beyindir. Mən ağır eşidirəm, dedim. Beyinci. Beyinci hərəkət. Biri deyir, o biri də Orta beyin. Orta beyin. Skelet əzələlərinin gərginliyi və tonusu. İndi stolda sizi düz vəziyyətdə oturub, bu əzələlərinizi gərgin saxlayıb, boynunuzu gərgin saxlayan hansı beyin şöbəsidir? Orta beyin. Orta beyin şöbəsidir. Mən orta beyin demək istəyirdim. Prosta çaşdım. Hə, görsən. Dilim birini fikirləşirəm, amma o birisini dilim başqa şey deyir. Evdə də eləyəyəm. Ətrafların əzələləri neçə yerə bölünür? Hə, necə? Ətrafların əzələləri neçə yerə bölünür? Ətrafların əzələləri deməli 2 yerə bölünür. Bükücü, bir də açıcı. Bükücü əzələlər hansı əzələlər? Neçə başlıdırlar? Deməli bud əzələlərinin ön və arxa hissəsində bükücü bud əzələlərində. Yox, hədə bud əzələlərində. Bir də ki, budun ön bir hissəsində isə 4 başlı əzələdir. İki göstərdiyim əzələ hansıdır? Yəni bir dəqiqə baxın, bunu görə bilmirəm, heç nə yoxdur. Hə. Bazunun ön tərəfində bu olsun bükücü. Bükücü əzələ. 5 ilə göstərilən əzələ nədir? Yuxarıdakı o şeydir. 4 başlı bükücü əzələ. Açıcı. 3 Hə. başlı açıcı. Bu şəklə özəlliklə diqqət yetirin, deyirəm müəllimlər. Bükücü açıcı əzələlərin yerləşmə yerinə xüsusi diqqət yetirin. Nömrələrlə verilmiş hissədə. Deməli, 2 başlı bazunun önündədir, bükücüdür. 3 başlı bazunun arxasındadır, açıcı əzələlərdir. Budda necədir bəs bu? Budda 4 başlı bükücü. 4 başlı açıcıdır. Ön tərəfdə yerləşən 4 başlı əzələ açıcıdır. Arxa tərəfdə yerləşən 2 başlı əzələ bükücüdür. Bax, 2 başlı istənilən halda bükücüdür. Yuxarı ətrafda da, aşağı ətrafda da 2 başlıdır. 2 başlı əzələnin içərisində saya əzəliyə rast gəlmək olarmı? Bəli. Harda rast gələk? Yox, orada şeydir. Bunlar skelet əzələlərdir axı. Bunların içərisində qan damarları var. Həmin o qan damarlarının içərisində də qan damarları arteriya venanın divarlarında saya əzələ var. Bax, cümlə deyirəm, bunu yazın bir yerə. İstənilən eninə zolaqlı əzələdən təşkil olunmuş orqanda saya əzələ də var. Dil olsun, içində qan damarı var. Ürək istəyən hər hansı bir eninə zolaqlı əzələ olsun, ürək əzələsi falan olsun. Bunun içərisində qan damarları varsa, deməli, içərisində saya əzəliyə də rast gəlmək olar. Bir də, belə bir vacib bir yerdəyim. Dərslikdə dayaq hərəkət aparatındakı dəyişiklik, o sınıq falan, onurğa əyriliklər olan yerdə idi. Başın normal duruşunu, yəni başın boynun üzərində normal duruşunu hansı əzələlər təmin eləyir? Boyun.
Boyun Boyun. Boyun əzəl. əzələləri yığılaraq başımızın vəziyyətinə nəzarət edir və demək olar ki, sutkanın böyük bir qismi yığılmış vəziyyətdə qalanın az əzələ qruplarındandır. Başda yerləşir hansı əzəllər? Çeynəmə və mimik əzəllər. Aha, Nuridə müəllimə cavab verir. Yox, Hə. mən Nuridə müəllimə üzr istəyirəm. Çeynəmə, bir də mimiki əzəllər. Mimiki əzəllərə onurğalıların neçə sinifində rast gəlirik? onurğalıların elə bir sinifdə məməlilər sinifində rast gəldik. Əzəllərə xas olan xüsusiyyətdir. İnsan və meymunda olur. Aha, insan və insana bənzər meymunlarda var idi. Bizim dərsliklərə görə bu belədir. Bir də çeynəmə mimiki əzələləri idarə edən mərkəz beynin hansı şöbəsi idi? Oğlan Uzun. tutarı beyin, Nuriyə müəllimə keçmişik qız uşağı. Bilirəm, o ürəyim Allah rəhmana dəyməsin, ömrü boyu məni o Allah rəhmana dəyməsin, canı sağ olsun, bacı. Sən qız uşağı gəlməyib də, mən də ona görə bilmirəm. Yox, qızım da var, Allaha şükür, nə olub? Varındı, hə, varındı. Kim dedi qızım yoxdur? Yox, Allah saxlasın. Ay bacı, hepsi o da nə istəyirsən? Ersə. Çeynəmə mimiki əzəlləri Bacı, oğla qardaş istəyirdim. Bacıları verdiniz, doldurdunuz. Oldum qəhrəman ana, bir dənə oğul vermədiniz. Müəllimə bilirsiniz nə idi? Arif Quliyevin tamaşasındaydı. Deyəsən, deyir ki, nə oldu, hamı oğlan paylaşırsınız mənə çatanda. Çox yox, Bir də almaya bənzər filmində deyir ki, mənə oğlan verin. Uşağım var, deyir, 2 oğlum. Ulan kəsin neçə uşaq var, 2 oğlu. Qadir xeyir ola, özünüzdə oğlan uşağı götürürsünüz, cəmaata qız uşağı verirsiniz. çox gülmüşdüm ona, çoxdan baxmışdım. Yadımdan çıxmışdı, sağ olun, yadıma saldınız onu. Allah rəhmət eylesin. Ay bacı, sualıma cavab ver indi. Hə. Mimiki əzəlləri beynin hansı şöbəsində idarə olunur? Çeynəmə mimiki əzəllər, onlar şeydə, ara beyin. Hansı beyin? Ara beyindir. O da orta beyindir. Aha. Hansı Yox da uzunsov beyin. Uzunsov beyin. Qız Beyin körpüsü. şöbəsidir ki, mimiki əzəllər yalnız bizdə yoxdur. Elə bir beyin şöbəsi olsun ki, yalnız bizdə olsun da o. Yalnız bizdə beyin yarım körpələrdə. Deyəm. Körpü. Körpü, hə. Var o körpüsü. Burada çeynəmə, mimiki, göz almasına hərəkət etdirən əzəllərin mərkəzi yerləşirdir. Düz deyirəm mən görəsən? Bəli, düz deyirsiniz. Bəli. Qolların hərəkəti tənəffüs zamanı döş qəfəsinin həcminin dəyişməsini təmin edən əzələlər hansılardır? Şeydir. Bilmədim. Bax, ağzımda döş deyirəm, düzdür? Döş əzələləri həm qolların hərəkətinə, çünki görürsüz bir ucu hara birləşir. Qolların hərəkətinə, bir də tənəffüs zamanı döş qəfəsinin həcminin dəyişməsinə kömək edir. Sonra skeletin deməli onurğa sütununun üzərində lardoz, kifoz, bir də skalyozu deyək. Deməli, lardoz şeydir, bellə, boyun şeyində olur, o sütununda. Kifoz isə omayla döş. Deməli, boyunla bel. Bığlar elə lardoz olur. Döşlə oma isə do isə şeydir, kifoz. O, skalyoz nə idi bəs? Skalyoz şeydir, döş əzələsi olmalıdır. Döş əzələsi yox, skalyoz çiyninin bir tərəfinin aşağı, bir tərəfinin yuxarı olmasıdır. Çiyini kürək sümüklərdir. Çünki skalyoz mənim başıma çox şeylə oyunlar gətirib. Ondan bilirəm, kürək sümükləridir. Onurğa sütununun evki çiyinlərinin bu indi çantaların ağırlığından şagirdlərin çoxsunda rast gəlinir. Qandan sümükə kalsiumu depolayır. Skalyozdur. Özü birinci dərəcəlidir, yüngüllünəndir. Uşağın nətər kürək sümükləri çıxıb, adamın ondan deyir. Həman onu giymə, təzədir. Müəllimə, demək ki, sümüklərdə kalsiumu depolayan hansı hormon idi? Kalsitonin. Sümüklərdə bir də bunun əslində toplanmasına D vitamini şərait yaradır ha, D vitamini. Ona görə D vitamini çatışmazlığı xəstəliyi necə adlanırdı? D vitamini çatışmamazlığı uşaqlarda raxit xəstəliyi. Böyüklərdə isə osteoporoz nə bilim nədir, bir də ona gələn xəstəlikdir. Gəlsəydi, sümüklərin səthini itməsidir. D vitamini çatışmazlığından yaranan xəstəliyi uşaqlarda
hansı bitkidən alınan dərmanla müalicə edə bilərsiniz? Bitki ilə Bəli. bitki ilə olmur axı. D vitamini günəş şüası təsirində Yosun. yosun. Hə, Buna yaranan raxit idi. Rahat tepe. O da yosunlardan. Sarılıq bir də raxit xəstəliyini qonur yosun. yosunlardan alınan dərmanlarla müalicə etmək olar. Bir də sümüklərin inkişafı üçün lazım olan vitamin A vitaminidir. Məsələn, dişlərin formalaşmasına falan da təsir edirdi. A vitamini çatışmayanda hansı xəstəlik yaranırdı? Toyuq çorluğu. Bir də toyuq çorluğundan başqa 11-ci sinif mikrobiyologiyada da var idi. Deyirdi ki, leykositlərin funksiyası pozulur, fagostoz. Bir də dəri və seyşə qişalarda da iltihab. Ay müəllimə, bu A vitamininə çevrilə bilən maddə hansı idi? Nuriyə müəllimə deyib başladıq. Karotenin. Karotin maddəsi, karotin maddəsi hansı bitkilərdə var idi? Karotini kökdə. Özdəki o qırmızı kökdə, sarı kökdə yox, o qara kök deyirik biz özümüz. O tünd kökdə, bənövşəyi kökdə. Hər il olur. Karotinə çevrilə bilən maddə var idi. Bir də bu Bir də əriyin tumunda özündə çox beta karotin var idi bir də. Beta karotini sintez edən hansı idi? Beta karotini Gen mühəndisliyə tətbiq olunmuşdu. Kimdən kimin genin kimə köçürtmüşdülər? O da başladı beta karotin. Dolini. Qız Dolin beta karotindən nə əlaqəsi var baxsana. Dolini yazığın Dolin geni ondan ora köçürtdülər də. Bir də ki meymunun Kızıl nərcizi nədir? Nərcizi qızıl düyünü eləmişdilər. Qızıl düyü. Genin düyüyə köçürtmüşdü. Bu da deyirdi ki, beta karotin sintez edirdi. Bu da A vitamini sintez edir deməkdir də. Bu təcrübəni aparan kişi kim idi? Bu təcrübəni aparan kişi bir dəqiqə. Baş ərimizdə Yazıram, bax yazıram. Karpaçenko'dur. Qız Karpaçenko eləyib. Karpaçenko bitkiləri eləyib. Ingo Patrikos. Mən yanlarla aram yoxdur. Ona görə onların dərsləri. Bir müəllimə var idi, keçən il idi, yoxsa ondan qabaqçı ildir. Deyir ki, bacı, mənə yoldaşım qoymur, mənə kişilərdən, alimlərdən sual vermə. Tamam müəllimə, təşəkkür. Çox sağ olun. Siz sağ olun. Elnur müəllim. Müəllimə, bizə dəqiqə gözləyib, mən kənara verim də. Yoxsuz, yaxşı. Bizə dəqiqə gözləyib. Elnur müəllimdən sonra bir dənə Sveta müəllimə qalır. Ondan sonra da bitirir. Bu bir soğum dəyişdim, ölümdən çıxım. Hə, müəllimə, deyin. Aha, Elnur müəllim, sümüklərin quruluşca növləri hansılar idi? Sümüklər quruluşda yastı və borlu sümüklərdir müəllimə. 4 dənə deyək, qardaş, 4 dənə. Uzun, qısa, yastıq. Hə, uzun, qısa, yastı və borlu sümüklər. Aha, qarışıq sümüklər, qarışıq. Qarışıq sümüklərə hansı sümüklərə aiddir? Əsasən qarışıq sümüklərə onurğa sütunu qarışıq sümüklərə aid olur. Bir də üç şöbəsinin, həmçinin körpücük sümükləri. Bunlar qarışıq sümüklərə aiddir. Hə, körpücük sümüklərdir. Hansı sümüklərə aiddir? Qısa sümüklər əsasən yastı sümüklərə aid olur. Qısa sümük niyə yastı olsun ki? Cin ayrı, şeytan ayrı. Qısa sümüklər barmaq falan qalır. Onlar da borlu sümüklərə aid olur. Qalardır, əl darağıdır, daraq arxasıdır. Əl darağın borlu sümükləri. Bunlar olacaq qısa sümüklər. Uzun borlu sümüklər hansılardır? Uzun borlu sümüklər budur, baldırdır, bazu, sahip sümükləri. Qamı ikinci sümüklərə götürmək olar.
Necə? Qamış inci sümüklər. Qamış incik hədə o da onun içərisində gedir. Baldır sümüklərinin içərisində gedirdi. But sümüyünün quruluşuna baxıb bionikada nə ixtira eləyiblər? Baş borcu. Nə? But sümüyünün, yəni bu baş hissəsinə baxıb süngəri olduğunu, indi bu but sümüyü deyildi, mən şəklin üzərində göstərmək üçün deyirəm. Onun süngər quruluşa malik olması, bundan ilham Radar da. yaratdıqları Eyfel qülləsi, Eyfel, onun içərisində quruluşları var. Həmin o hissədə süngəri hissə olduğuna görə Eyfel qülləsinin quruluşunu buna bənzədiblər. Başın skeleti ümumilikdə neçə sümüyə birləşir? Ümumilikdə müəllimə, başın özün sümüyü, yoxsa bədən skeletinə neçə? Yox, başın skeleti neçə sümüyə birləşir? Bir sümüyə də ənsiyə birləşir. Onurğa ənsiyə birləşmir. Ənsə hissəsindən onurğa fəqərəsinin birinci sümüyünə, birinci boyun fəqərəsinə Birinci sümük. birləşir. Bəli. Yetkin insanın başın skeletində hansı sümük birləşməsi var? Həm hansı başda hərəkətsiz birdən də hərəkətli sümük olur da. Ontogenezdə hərəkətli varmı? Ontogenezdə bir dənə hansı sümükdür, yarım hərəkətli. Ənsə, bu alın sümük, əmgək deyirlər. Burada olur, əmgək, yarım hərəkət. Ontogenezdə desə, hə. Ona görə suallarda sizə verilir yetkin insanın kəllə skeletində, başın skeletində iki növ sümük birləşməsi var. Hərəkətli, bir də hərəkətsiz. Bizdə diş yerilməklə əlaqədar olaraq üst şöbəmiz böyükdür, yoxsa kəllə qutusu hissəsi böyükdür? Əslində dik yerilməklə bu həm də bu çənə yuvaları zad yaranmayla üst şöbəsi kiçilmişdir. Kəllə isə böyümür. Bəs insana bənzər meymunlarda bunlardan hansı böyükdür? İnsana bənzərdə isə üst hissəsi daha böyük. İnsana bənzər meymunlarda üst şöbə niyə böyükdür kəllə qutusundan? Beyin həcmdən görün, beynin həcmi biraz daha böyük olduğuna görədir. Sərt qida ilə qidalandıqlarına görə qidalandıqlarına görə alt çənə sümük daha daha güclü inkişaf etmişdir. Çünki qida bişmir də, onlar bişməmiş yediklərinə görə çənə daha yaxşı inkişaf etmişdir. Ona görə də kəllə qutusu kiçik, üst şöbəsi də böyük olur. Üst şöbəsi də böyük olur. Sütununa neçə sümük birləşir? Onurğa sütununa deməli müəllimə körpücük sümüklər birləşir. Körpücük onurğaya birləşməz. Onurğa sütunu arxadan onurğaya baxın. Onurğa sütununa deməli birləşir bir dənə büzdün fəqərəsi, bir də boyunun başın bir fəqərəsinə birləşir. Ənsə. Axı o onurğa sütununun özünə aiddir elə büzdün fəqərəsi. Onurğa sütununa birləşəcək 2 dənə çanaq aşağıdan. İki çanaqdır, bir də yuxarı ətrafların bilək sümükləri deyiləm. Yuxarı ətraflar onurğaya birləşmir, döş sümüyünə birləşir. Yuxarıdan bir dənə ənsə birləşir. Bir ənsədir, bir də çanaq sümüyüdür. 5 sümük birləşir də. 24 dənə də qabırğa birləşsin. Qabırğalar. Toplam? Hə, 5 o, 29. 30, yox 27. 27 sümük birləşir toplam. Onurğa sütununa. Onurğa sütunu ilk dəfə harda yarandı? Onurğa sütunu ilk dəfə deməli biri var idi. Balıqlardan qabaq gələnlər hansı idi? Biraz nə dedik müəllim ona? Kəlləsizlər dedik. Yox, onurğa sütunu çənəsiz onurğalarda yarandı. Çənəsiz onurğalar. Sütun şəklində hansı dövrdə yarandı? Sütun şəklində balıqlardaydı da, orada devon idi da. Qabaq yox, onurğa sütunu birinci yaranıb Ordovikdə. Ordovikdə. Onurğa sütunu Ordovikdə yarandı, sümük toxuması da Ordovikdə yarandı. Balıqların onurğa sütunu neçə şöbədən ibarətdir? Mənim 2. Hansı? Biri deyim, quyruq idi, eləmi? Quyruq şöbəsi idi. Bir də quyruq şöbəsi, bir də döş şöbəsidir. Gövdə. Balığın döşü var. Gövdə. Bir gövdədir, bir də quyruqdur. Qurbağalarda onurğa sütunu neçə şöbədir? Qurbağalarda isə onurğa sütunu müəllimə quyruq şöbəsi var,
döş şöbəsi var, bir də boyun şöbəsi var. Bir də 4 şöbədir onlar. 4 4 şöbədir, amma boyun, gövdə, oma, quyruq. gövdə, oma, quyruq 4 şöbədir. Bu 4 şöbədən neçəsi fəqərədən ibarət idi? Deməli bir boyun fəqərəsidir. 9 idi də. Yox 7 idi, 7 də. 9 dənə 9. 9. Bir boyundur, 7 gövdədir. Bir boyunda 7 gövdədir, bir dənə də quyruq 7 9. Oma. Oma fəqərəsidir. Toplam 9. Oma fəqərəsi 9. Bizim döş qəfəsimiz neçə sümükdən ibarətdir? Döş qəfəsimiz deməli birləşir. Deməli döş qəfəsini əmələ gətirir 14 qabırğa, bir döş sümüyü, kürə Bir döş necə? 24, 14 yox. 24 qabırğa, 24 qabırğa, bir dənə döş sümüyü, bir də körpücük sümüklərlə onlar da birləşir də. Körpücük yox, 12 dənə də fəqərə. Bəs onda körpücük sümüklər gəlir döş Qəfəsin sümüyünə. ki, ora birləşir ayrı şey. 24, 1 bu da 12, 37. Döş sümüyünə desə neçə sümük birləşir? Döş sümüyünə birləşən müəllimə, deməli burada döş sümüyünə birləşəndə onda da körpücük sümüklər də ora birləşir. Bir də döş sümüyünə 17 cüt qabırğanın özü də döş sümüyünə birləşir. Aha, yəni 14 qabırğa, 2 dənə də 14 qabırğa, 2 dənə də körpücük sümüklər birləşir. 16, bir də döş sümüyünün özünü götürsək 17 eləmi? Niyə ki döş sümüyünü? Döş sümüyünə birləşənləri axtarırıq da elə. 14 16 dənə müəllimə. Aha, 2 dənə də körpücük 16. 16 dənə sümük döş sümüyünə birləşir. Döş qəfəsi kənardan neçə sümüklə birləşir? Döş sümük kənardan birləşəndə deməli döş sümüyünün özü döş sümüyünü deyirik. Qəfəs. Döş qəfəsi. Döş qəfəsini dedikdə qabırğalar da bura daxil olur da onda. Qabırğalar falan da, yəni qəfəsin özünü götürün. Bax qəfəsin şəklini. Döş qəfəsi. Bax döş qəfəsini götürdükdə müəllimə döş qəfəsini bir dənə döş sümüyü kənardan deyirsiniz müəllimə. Kənardan. Döş qəfəsinə kənardan qabırğalardır. Qabırğalar Bir də bax bu rənglədiyim hissəni saymayın. Bu döş qəfəsinin özüdür. Buna kənardan nə birləşir? Axırıncı boyun fəqərəsi birləşər. Birinci bel fəqərəsi birləşər. Bir də 2 dənə də körpücük sümüyü gəlib buradan birləşir. 4 ədəd sümüklə birləşir. Məsələn, oranqutanın döş qəfəsi və ona birləşən sümüklərin cəmi neçə dənə edər? Oranqutanın neçə sümükdür? 40 sümük yoxsa 40. Oranqutanın döş qəfəsi bizdən eynidir. 37 sümükdür. 37. Onda o birisilərdir də. Ona birləşən neçə dənə sümük var? Onlarda da eyni olur. Yenə də eyni bizimki kimi də 4 dənə birləşəndə 41 döş qəfəsi və ona birləşən sümüklər olacaq. 41. O şeydə bir dənə qarilla ilə o şimpanzedə artıqdır da. Hə, qarilla, şimpanze, bir də hippon, döş qəfəsi 3 sümük bizdən artıqdır. 2 qabırğalı, bir dənə də fəqərəsi. Toplam onların döş qəfəsində 40 ədəd sümük olacaq. Döş qəfəsi ilk dəfə kimdə yarandı? Döş qəfəsi ilk dəfə deməli döş qəfəsi ilk dəfə şeydə dayanın suda quruda yaşayanlarda da. Canı alaram. Yox, döş qəfəsi ilk dəfə mənim sürünənlərdə. Sürünənlərdə idi. Qurbağanın niyə döş qəfəsi yox idi? Döş sümüyü yox, döş sümüyü yox idi. Qabırğaları qabırğalar da Qabırğalar. Döş sümüyü hansı skeletə aid idi? Gövdən skeletinə. Qurşağın skeletinə. Gövdə skeletinə ilk dəfə döş sümüyü hansı canlılarda aid edildi? Sürünənlərdə. Sürünənlərdə, çünki camaatın döş qəfəsi var idi. Evet. Tamam müəllim. Təşəkkür. Sveta müəllimə. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir müəllimə. İlk dəfə hansı canlılarda qabırğa arası əzəllər tənəffüsdə iştirak etdi? Sürünənlərdə. Nə gəlməsi ilə idi?
Döş qəfəsinin əmələ gəlməsi ilə. Bəli, döş qəfəsi neçə növ, neçə dənə sümükdən ibarət olar? Döş qəfəsi, Aha. yastı, bir də qarışıq. Döş qəfəsi ibarətdir fəqərə, qabırğa və döş sümüyü. Quruluşca iki növdülər, yastı və qarışıq. Amma sümük növü götürəndə qabırğadır, fəqərədir, bir də döş sümüyüdür. Şəkildə göstərilən sümük skeletin hansı şöbəsinə aiddir? Yuxarı qurşaq kürək sümüyü deyil mi? O yastı sümükdür. Bəli, kürək sümüyü hansı sümüklərlə birləşir? Kürək sümüyü birləşir bazu sümüyü ilə, bir də körpücük sümüyü ilə. Bazu, bir də körpücük. Aha, körpücük sümüyü quruluşca neçə növ sümüklə birləşmə əmələ gətirir? Deməli, yastı sümüklə birləşir, uzun sümük, körpücük, Körpücük. körpücük yastı sümüklə birləşir. Yalnız yastıdır. Çünki bu Ben onu axtarırdım. Mən də döş sümüyü də yastıdır da, bəli. döş sümüyü də yastıdır, kürək sümüyü də yastıdır, yalnız yastı sümüklərlə birləşir. Əgər məməlidə qurşaq sümüklərinin hamısı yastı sümüklərdirsə, deməli, Bu dörd ayaq üzərində gəzən məsələn itlər. Çünki onlarda iki dənə kürək sümükləri var. Ona görə yastı sümüklərdir. Əgər ilk məməlilərdirsə ki, onlarda qarğa da var, kürək də var, körpücük də var. Ən çox qurşaq sümükləri məməlilərdə, ilk məməlilərdədir. Sonra primat sümüklərdə də 4 dənə qurşaq sümüyüdür. Körpücüklə kürək. Bütün heyvanlarda hamısında kürək sümüyü var. Körpücüklə qarğa bəzilərində yox. ətrafları olanlardan gedir də söhbət. İndi bu itin qurşaq sümüklərinin hamısını deyəndə həm kürək, həm də çanaq sümüklərinin qurşaqdır, hamısı gedir də. Məsələn, ev itində qurşaq sümüklərinin sayı nə qədərdir? Ev itində 4 dənə olur. 2 kürək, 2 çanaq. Ördək burunda qurşaq sümüklərinin sayı? Onda deməli 2, 2, 4, 6, o da 2, 8. Bəli, qurşaq sümükləri deyəndə. Əgər məməli heyvanda döş sümüyü yalnız gövdə sümükləri ilə birləşmə əmələ gətirirsə, Gövdə döş sümüyü ancaq nədir də döş qəfəsi əmələ gətirir. döş Hada kürək ancaq gövdə skeleti ilə, yəni qurşaqla birləşməyib deməkdir. Yenə də dörd bəli, qurbağanın kimi birləşməyib də, ancaq yenə də məsələn 4 ayaq olandısa, 2 kürək var. Əgər primat kimilər kimi dik yeriyəndirsə 4 dənədir. Elə də. İndi mən dediyim, yəni yalnız gövdə sümükləri ilə birləşir, yəni yalnız qabırğaya birləşirsə, bu dörd ayaqlardır. Çünki körpücük sümüyü yoxdur. Əgər məməli heyvanda döş sümüyü yalnız yastı sümüklərlə birləşirsə, Yastı sümüklərlə yalnız birləşirsə, bu itlər yenə də dörd ayaqlardır. Körpücük sümüyü çünki qarışıq idi. Yastı sümük dediyim yalnız qabırğalarla birləşir. Qabırğalar ilk dəfə kimdə yarandı? balıqlarda, devonda yaranır. Aha, lamakda. Lamakda 5-ci. Lamak, balıqlar 5-ci. İlk dəfə sarı sümük iliyi yarananlar lamakda. Yoxdur, qurbağalardır. İlk dəfə embrionalda sarı sümük iliyi yarananlar. O sürünənlərdir. Sarı sümük iliyinə malik olan sürünənlərdə neçə dənə sümük var? Onlarda 12 dənə bizdəki kimi. Qurbağalarda bəs? 8 dənə. Quşlarda? 10 dənə. Quşların sarı sümük iliyi var. Yoxdur, yüngül. Mən boru uzun sümüklərin sayını fikirləşirdim. A variantında göstərilən sümük skeletin hansı hissəsinə aiddir? Uzun sümükdür. Deməli, bazu, said sümükləri, bud, baldır sümükləri. Bu şəkildə verilən hansı sümükdür? Adı nədir bunun? Uzun sümüklərdə borulu. Bazu. Bu bazudur. Bazu, said. B-də verilən sümük kimdir? Bu kürəyə oxşuyur. Kürəkdir. C və D-də hər ikisi fəqərədir. Y-də, pardon. C və Y-də hər ikisi fəqərədir. O biri də döş sümüyünə oxşuyur. Bu da döş sümüyüdür. İllərdən C və Y-ni deyirəm. Hansı omurğanın yuxarı şöbələrinin fəqərəsinə oxşuyur, hansı aşağı?
Kiçik olarsa yuxarıdır, böyük olarsa aşağıdır. Müəllimə yaxşı seçəmir. Aha. Boyun məsələn bu da boyun fəqərəsinə. Ona görə ki, fəqərlər də bir yolka kimi düzülüb, yuxarıdan aşağı cisimləri falan fərqlənir bir-birindən. Böyüyə gedir. Məhz buna görə də deyirdik, qarışıq sümüklərdir. Hansı şöbənin fəqərləri 4 sümüklə birləşir? Döş sümüyü, döş fəqərələri. Başqa? 4 sümüklər belə. Bir də çanağa birləşənlər deyəsən bel, omam olur, oma. Oma şöbəsinin fəqərlərindən ikisi, döş şöbəsinin hamısı 4 sümüklə birləşmə əmələ gətirir. Qarın qabırğaları dediyimiz nə idi? Hə, qarın qabırğaları ilk dəfə bu sürünənlərdə əmələ gəlibdi. Çünki onlarda qarın şöbəsi əmələ gəldi. Orada birləşən qabırğalar olduğuna görə ona qarın qabırğaları deyilir. Sonra da dediniz ki, o Arthropteryx idi. Arthropteryx. Arthropteryx dediyi qarın qabırğanın olması sürünənlərə bənzəyir. İndi belə bir sual müəllimə. Kərtənkələnin hansı şöbələrinin fəqərləri 4 sümüklə birləşir? Hə, o nədir də? Döş şöbəsinin. Bir də indi qarın şöbəsində də qabırğalar birləşdiyinə görə onu da götürürükmü? Bəli, bel fəqərləri yəni. Döş, bel, oma şöbəsinin fəqərləri 4 sümüklə birləşmə əmələ gətirir. Bax, qarın qabırğalarını ona görə vurğulayırıq. Qabırğalar hansı canlılarda ilk dəfə yarandı? Balıqlarda. Rudiment qabırğalar hansıları idi? Rudiment qabırğalar bizdən söhbət gedirsə o sərbəst olan, üzən deyirik. Üzən və ya da sərbəst qabırğalar. Gövdə skeletində bir sümüklə birləşən sümüklərin sayı? Bir sümüklə birləşən müəllimə elə o üzən qabırğadır, bir də büzdümdür. 5 dənə mi olur? Bəli, gövdə skeletində bir sümüklə birləşən fəqərə sayı? Bir sümüklə o büzdümün ən axırıncısı. Sonuncu bizim. Fəqərə desə sadəcə onu götürürük. Gövdə skeleti kənardan neçə sümüyə birləşir? 5 sümükdür, 2 çanaq, 2 körpücük, bir ənsə. Gövdə skeletin, insan skeletində bir sümüklə birləşən sümüklərin sayı? Bir sümüklə birləşən sümüklərin sayı deyəndə nə götürürük ona? 4 dənə sərbəst qabırğa, bir sonuncu büzdüm sümük. Bir dənə. Skeletimizdə ümumiyyətlə deyirəm ha. 20 dənə də. Hə, bu falanqalar da var idi. Barmağın axırıncıda. 25 dənə sümük. Sümük toxuması hansı dövrdə yarandı? Hə, Ordovikdə yaranıbdı. Sümük toxumasından üzüm maddəni necə çıxarda bilərik? Üzüm maddəni yandırmaqla, qeyri-üzüm maddəni də xlorid turşusuna qoymaqla. Çiyin qurşağımız neçə sümüklə birləşir? Çiyin qurşağımız 2 sümüklə. Neçə sümüklə? Çiyin qurşağımız. Kürək sümüyü bir körpücük sümüklə, bir də balı sümüyü ilə birləşir. Hə, sonra birləşir. Bir dənə də döş sümüylə də. döş sümüyü, hə. 3. Çiyin qurşağı 3 sümüyə birləşir. Kəllə skeleti neçə sümüyə birləşir? Kəllə skeletinin ancaq bir boyun fəqərəsinədən birləşir. Bəli, kəllə bir boyun fəqərəsinə. Yuxarı ətrafların skeleti neçə sümüyə birləşir? Ay, yuxarı ətrafların skeleti dedikdə o da birləşir kürək sümüyünə. Kürək sümüyü ətrafların özündədir də elə. Bircə dənə döş sümüyünə, döş. Elə bil ki, Demişdik də. Skelet deyil, amma buradan götürək də. Yuxarı ətrafların skeletin götürsəz, gəlib buradan bir dənə döş sümüyünə birləşir. İstər bunun qurşağı olsun, istər sərbəsi. Bütün yük döş sümüyündə. Hə? Bütün yük döş sümüyündə. Hə. Ona görə də, yəni onun sınması, zədələnməsi həmin o hissələrin hərəkətliliyini itirməsinə səbəb olur. Tamam müəllimə. Təşəkkür.